Heç kimin sualı yoxdur. Hamısını düz yazmışdınız. Ya işləməmisiniz, belə çıxır işləməmisiniz. Çünki ola bilməz ki, səhv olmasın. Ya Polad işləmisən bunu. Dəriya, Mən Polad. istəmirəm bəli. Mən işləmişəm. Səhviz yoxdur. Heç bu. Bir neçə səhvim vardı, müəllim izahına baxmışam. Hə, baxmısan, lap yaxşı. Hə, onda heç. Əgər heç kimin sualı yoxdursa, onda bundan çıxıram. Belə çıxır ki, səhviniz yoxdur. Bəs başqa hansısa testdən indi qrupa atmısınız o quizlərin cavablarından baxacağım. 14-ün cavabını qeyd eləmişsiniz, tapa bilməmişik. Sonra bir də hansısa testin cavabı idi. Dərsdən sonra baxacağım ona. Demək belə. Keçən dəfə mövzumuz əhali bölməsi idi. Ondan bağlı bir çətinliyiniz yoxdur. Hansısa məsələ həlli və yaxud ümumiyyətlə yadda saxlaya bilmədiyiniz hər hansı bir şey. Xeyr. Azərbaycan əhalisi haqqında hamısı əladır, qaydasındadır. Bugün ölkələr və regionlar haqqında keçəcəyik. Növbəti dərsimiz dünya təsərrüfatı olacaq. E, Bir də əlavə üçün cədvəl atacağam. Kimə uyğun olsa qeyd eləsin, zəhmət olmasa. Yəni ki, dərslərin sayı biraz artıraq. Çünki bəzi mövzular hələ qalıbdır, keçirilməyən mövzular. Onları yekunlaşdırmalıyıq. Bir də dinamikanı mən sizə göndərmişdim. Bir də təkrar göndərərəm 12-ci ilə qədər. Ondan sonra yenə qalan hissəsi də var təbii ki. Onları göndərəcəm. Əsas bu son illərə diqqətlə baxaq. Çünki əksər uşaqlar o köhnə testləri də işləyibdi. Yeniləri də biraz yadımıza salaq, yeniləri də təkrarən. Kim işləməyibsə yeniləri yenidən baxarıq. Yenə də bir problem yoxdur. Demək, bugünkü mövzumuz olacaq əsasən dünya ölkələri haqqında ölkə anlayışı, ölkələrin özünə məxsus xüsusiyyətləri, idarə edilmə formaları, inzibati ərazi quruluşları, dünyanın siyasi xəritəsinin formalaşma xüsusiyyəti. Bugün əsasən bunlardan bəhs edəcəyik. Bir dəqiqə. Mazur nüfuz təbii ehtiyatlar, Amerika qitəsində yerləşən ölkələr. Demək, Lənkəran. Sağ ol mən. Salam, salam. Yaxşı. Demək belə. Hal-hazırda mövzumuz qeyd elədim. Demək, dünya ölkələri haqqında olan mövzudur. Yəqin ki, hamınızda ekrandan görürsünüz artıq. Demək, ölkə anlayışı nədir ümumiyyətlə? Ölkə müəyyən bir yəni ərazidə yerləşən, özünə məxsus sərhədlər olan, əhalisi olan, pul buraxmaq iqtidarına sahib, vergi toplama hüququna malik olan, ordu saxlamaq hüququna malik olan, yerləşdiyi ərazidəki ən üstün qurum məhz dövlət hesab olunur. Dövlətlər əsasən bir-birləri ilə təbii obyektlərlə ayrılırlar daha çox. Çay, dağ, düzənliyin nisbətən hündür hissəsi bu kimi ərazilərlə və yaxud hansısa bir su obyekti ilə, məsələn, göl, deyək ki, dəniz və s. ki, bəzən ölkə okeanda yerləşir və ya okean sahilində, onun ərazisi okean sahilindən 12 mil məsafədə olan əraziyə qədər məhz dövlətə məxsus ərazi hesab olunur. Onun milli sular sayılır ki, 1 mil 1852 metrdir ki, təxminən 12 mil məsafə 22,2 kilometrdir. Yəni, məsələn, deyək, Avstraliyanın ətrafında quru, yəni sərhədləri olmadığı üçün okean yerləşir ki, okeanın təxminən 12 mil, sahildən 12 mil məsafəyə qədər olan hissəsi ona məxsusdur. Yəni, onun hava məkanıdır, okeanda olan sərvətlərdir. Yəni, kimsə oradan nəqliyyat məqsədilə istifadə etmiş olsa da, quruda olduğu kimi, yəni su obyektlərində də hər bir hissə dövlətin tam hüquqlu ərazisi sayılır. Amma ondan əlavə 200 mil məsafədə olan bir sular məhz iqtisadi zona kimi qəbul edilir ki,
Ölkə sahillərindən 200 mil məsafəyə qədər olan ərazilər yenə də dövlətə məxsusdur, amma digər ölkələr ondan kommunikasiya, nəqliyyat məqsədilə sərbəst istifadə edə bilərlər. Ona iqtisadi zona deyirlər. Yəni 12 mil məsafə olan milli sularla iqtisadi zona hər ikisi dövlətə məxsus olsa da, iqtisadi zonada yalnız təbii sərvətləri dövlətə məxsusdur. Başqaları onun hava məkanından istifadə edə bilər, sudan nəqliyyat məqsədilə istifadə edə bilərlər. Amma təsərrüfat sahələri ilə yəni suda olan canlılar və yaxud təbii sərvətlərdən istifadə edə bilməzlər. 200 mil məsafədə olan su hövzələri də dövlətin iqtisadi zonası sayılır. Ondan kənarda qalan ərazilər isə artıq beynəlxalq ərazilər sayılır, neytral zonalar. Ki dedik, ölkələr müəyyən materiklərdə və yaxud qitələrdə yerləşir. Ki dünyada Şimali Amerika, hansı ki deyəndə Şimali Amerika Meksikadan şimalda yerləşən ABŞ və Kanada əsasən nəzərdə tutulur. Bir də Latın Amerikası, Meksika və ondan cənubda qalan ölkələr. Təbii ki, Meksika Şimali Amerika materikindədir. Amma o region olaraq Latın Amerikasına aiddir. Bunun səbəbi şimal hissədə əsasən German dil qrupunun üstünlüyü təşkil eləməsidir. ABŞ-Kanada arasında, düzdür, Kanadada fransız dildə mövcuddur. Cənub hissədə və Mərkəzi Amerika ərazisində, Meksika, yəni ondan cənubda qalan Mərkəzi Amerika ölkələrində İspan və Portuqal dili üstündür. Portuqal Braziliyada əsasən üstünlük təşkil edir. Digər ölkələr sən İspan dilinə daha çox meyillidir. Düzdür, kiçik dövlətlər var ki, onlar İspan dilli deyirlər. Ümumilikdə, yəni Cənubi Avropa ölkələrindən köçüb gələn insanların məhz Meksika və ondan cənubda qalan ölkələrdə demək məskunlaşması və daha üstün saya malik olması buranın Latın Amerikası olmasına səbəb olur. Çünki bunlar Latın belə deyək, dilində danışan kimi qəbul edirlər. Latın dili düzdür, hal-hazırda Vatikanın dövlət dili sayılır. Bunlar Hind-Avropa dil ailəsinin Roman qrupuna aiddir, Latın Amerikası ölkələri. Demək, bu ölkələr özləri, demək, Mərkəzi Amerika, West Hind adalarda yerləşən ölkələr, Amazon hövzəsi ölkələri xəritədən göstərəcəm. La Plata ölkələri qrupuna aiddir. La Plata ölkələri Argentina, Uruguay, Paragvayda, Amazon hövzəsi ölkələri Braziliya, Surinam, Gayana kimi ölkələr, West Hind ölkələri adalar qrupudur. Məsələn, Kubadır, Haiti, Yamayka kimi ölkələr. Mərkəzi Amerika ölkələrdə məsələn Meksikadır, sonra Belizdir, Hondurasdır, bu kimi ölkələr, Nikaragua. Bunlar Mərkəzi Amerika ölkələri sayılır. And ölkələrdə məsələn Çilidir, Perudur, Boliviyadır. Məsələn, Kolumbiyadır, Ekvador kimi ölkələr əsasən and ölkələr sayılır. Şimali Amerikada dedik, demək, ABŞ, bir də Kanada dövlət daxildir. Mərkəzi Amerika ölkələri də burada qeyd olunub, onları da qeyd elədik. Sonra West Hind ölkələri, kiçik ada dövlətləri, bunların hamısından təbii ki, sual kimi düşmür. Amma yenə də biləkdə hardan söhbət gedir. Sonra Amazon hövzəsi ölkələri qeyd elədik. La Plata hövzəsi ölkələri qeyd eləmişik. Paytaxtları ilə burada veribdir. And ölkələri burada görürsünüz. And ölkələrini də paytaxtları ilə bərabər da bir-bir onları sadalamağa ehtiyac yoxdur. Sonra Avropa ölkələri. Avropa əsasən iki regiona ayrılır. Şərqi Avropa, bir də Qərbi Avropa. Qərbi Avropa inkişaf etmiş ölkələrdən təşkil olunub. Əsasən demək, daha çox iqtisadi cəhətdən yüksək iqtisadi gücə malik olan ölkələr qrupudur. Məhz Qərbi Avropa ölkələri. Qərbi Avropa ölkələri özdə 3 regiona ayrılır. Şimali Avropa, hansı ki Norveç, İsveç, Finlandiya, Danimarka və İslandiya bu qrupa daxildir. Hamısı inkişaf eləmiş ölkələrdir. Sonra Orta Avropa ölkələri, o da Qərbi Avropanın ortasında yerləşirlər. Burada nisbətən kiçik ölkələrdən Lüksemburgdur, Liechtensteindir. Sonra Niderland, Belçika kimi ölkələr, sonra Avstriya, demək İsveçrə, Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələr məhz bu qrupa daxildirlər. Bunlardan birisi Böyük Britaniyadır, Fransadır və Almaniyadır, Böyük Yedilər qrupuna daxildir. Sonra Cənubi Avropa ölkələri İtaliya, İspaniya, Portuqaliya, Yunanistan və digər kiçik ölkələr, hansı ki burada İtaliya Böyük Yedilər qrupuna daxildir. Cənubi Avropadan. Ümumiyyətlə 7-lər qrupu bunlardır. Kanadadır, ABŞ-dır, Yaponiyadır. 4-ü də Avropadadır. Almaniya, Böyük Britaniya, Fransa, İtaliya. İtaliya, Cənubi Avropa, Almaniya, Böyük Britaniya, Fransa isə Orta Avropa regionuna daxildir. Bunlar hamısı bu sırada olanlar hamısı necə? Nəsə
demək istəyirsiniz? Bunlar hamısı inkişaf eləmiş ölkələrdir və qərbdə yerləşirlər. İndi isə Şərqi Avropa vaxtı ilə sosialist olub, sonradan müstəqilliyi əldə etdikdən sonra əsasən kapitalizm sisteminə uyğunlaşmağa çalışan keçid dövrünə malik olan ölkələr də əksəriyyəti. Hansı ki onlar demək Rusiyanın ətrafında SSR-nin daha çox tərkib hissəsində olan ölkələrdir əksəriyyəti ya da Çexoslovakiyanın və ya Yuqoslaviyanın tərkib hissəsinə aid olan ölkələr olub. Sonradan sosializm sistemi dağılandan sonra bunlar kapitalizmə daha çox meyllidirlər. Xüsusilə demək olar ki, Şərqi Avropanın xəritəsində daha çox SSR dağıldıqdan və yaxud 90-cı illərdə belə deyək, daha çox dəyişikliklər baş verib. Bir sıra demək Birləşmiş Dövlətlər, sosialist bloklar demək parçalanmağa başlayıb və onlardan müstəqil dövlətlər meydana gəlib. Asiya regionları isə bunlardır. Bir dənə Asiyanın qərbində region belə deyək, regional bir mövqe yoxdur. Çünki Qərbi Avropaya düşür. Burada demək Mərkəzi Asiya ölkələri türk dövlətləridir. Tacikistan və Monqolistandır. Düzdür, Çinin də böyük bir hissəsi Mərkəzi Asiyaya düşür, Tibet kimi ərazilər. Amma Çinin əsas hissəsi, əhalinin əsas hissəsi onun şərqində yaşayır deyə Çin Şərqi Asiya ölkəsi sayılır. Cənub-Qərbi Asiya bizim yerləşdiyimiz region təbii ki, Türkiyədir. Yəni bizi, Ermənistan, Gürcüstandır. Sonra Ərəb ölkələrdir. Demək, Əfqanistan və İran bu qrupa aiddir. Eyni zamanda burada bir inkişaf etmiş ölkə var. O da hansı ölkədir? İsrail. İsraildir, bəli. İsrail. Bəs yeni sənayeləşmiş ölkə nisbətən iqtisadi cəhətdən texnoloji avadanlıqların istehsalına görə inkişaf etmiş ölkələrə yaxınlaşan yeni sənayeləşmiş ölkə hansıdır? Türkiyə. Türkiyədir, bəli. Bəs burada inkişaf etməkdə olan ölkələr olsalar da, adam başına düşən gəlirə görə inkişaf etmiş ölkələrlə eyni sırada duran, hətta bəzilərini üstələyən ölkələr hansı qrup ölkələrdir? Ərəb ölkələri. O İran körfəzində yerləşən əsasən ərəb ölkələrdir. Məsələn, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, demək Səudiyyə Ərəbistan və s. Demək belə. Sonra Cənubi Asiya ölkələri, bunlar bilirsiniz nisbətən iqtisadi cəhətdən zəif ölkələrdir. Nepaldır, Butandır. Bunların okean çıxışı yoxdur. Onlar da qeyd edəcəyik. Sonra kiçik arxipelaqda yerləşən Maldivdir. Bilirsiniz, turizm obyekti kimi istifadə olunur. Şri-Lankadır. Polk boğazı ilə Hindistandan ayrılır. Sonra Banqladeşdir. Dünyada kiçik ölkələr istisna olmaqla, yəni xüsusən Monako dövləti istisna olmaqla, ümumiyyətlə kiçik ölkələrdə əhali sıx məskunlaşır. Nisbətən dediyimiz kimi kiçik ölkələr istisna olmaqla dünyanın ən sıx məskunlaşmış ölkəsi məhz Banqladeş dövlətidir. Sonra Pakistan'da ən çox müsəlman yaşayan ölkədir. Çünki Pakistanda demək olar ki, əhalinin əksəriyyəti yəni müsəlmandır. Amma ən çox əhaliyə malik olan müsəlman ölkəsi İndoneziyadır. Sadəcə İndoneziyada əhalinin hamısı müsəlman deyil deyə Pakistanda daha çox müsəlmanlar yaşayır. Hindistan da bildiyimiz kimi dünyada əhalisinə görə seçilən ölkədir. Çin, Hindistan. Bu demək Cənubi Asiya ölkələridir. Cənub-Şərqi Asiya ölkələri deyəndə hansı ölkələri nəzərdə tutacağıq? Demək, İndoneziya, Malayziya, Myanma, Tayland, Vietnam, Kamboca kimi ölkələr, Filippin kimi ölkələr bunlardır. İndi bunların hamısının okean çıxışı olub olmayanlarını vurğulayacağıq biz. Şərqi Asiyada Çindir, Yaponiyadır, Koreyalardır. Koreya, Şimali Koreya adlanmır əslində, adı belədir. Koreya Xalq Demokratik Respublikası. Tayvan da hələ tam belə deyək, müstəqil bir dövlət kimi tanınmır. Daha çox Çin ərazisi kimi məşhurdur. Demək, biri Şimali Koreya sözünün yerinə olmalı idi Koreya Xalq Demokratik Respublikası ki, bu sosialist ölkədir. Çin də həmçinin sosialistdir. Hələ də dövlət müəssisələr üstünlük təşkil edir. Yəni, özəl sektor yaxşı inkişaf etməyib. Sonra Vietnamdır, Laosdur, bir də Kuba. Bunlar hələ də sosialist blokuna daxil olan 5 ölkədir. Bunlar Asiyadan idi. Bu regionda, hansı ki Cənub-Şərqi Asiya regionunda Laosdan başqa hamısının okeana çıxışı var. Şərqi Asiya ölkələrinin hamısının birbaşa okeana çıxışı var. Mərkəzi Asiya dünyada yeganə regiondur ki, heç bir ölkənin okeana çıxışı yoxdur. Məsələn, Cənub-Qərbi Asiyada əksər ölkələrin okeana çıxışı olsa da, deyək, məsələn, Azərbaycandır, Ermənistandır, Əfqanistandır, bunların okeana çıxışı yoxdur. Bu cəhətdən yəni fərqləndirilirlər.
Sonra Avropa ölkələrindən də biz misallar çəkə bilərik. Okean çıxışı olmayan, məsələn, Macarıstanın. Çexiyanın okean çıxışı yoxdur. Slovakiyanın okean çıxışı yoxdur. Amma Sloveniyanın var, məsələn. Demək, Moldovanın, məsələn, okean çıxışı yoxdur. Demək, Makedoniyanın okean çıxışı yoxdur. Bunlar okean çıxışı olmayan ölkələr qrupundadır. Amerika qitəsində, Latin Amerikası regionunda hansı ölkələrin okean çıxışı yoxdur? Venezuela, Cənubi Amerikada. Paraguay, Paragvay və Bolivya. Boliviyanın okean çıxışı yoxdur. Qalan bütün ölkələr okean sahilidir. Cənubi Amerikada elə ölkələr var ki, onlar həm də iki okean sahilində yerləşir. Yəni həm sakit, həm də demək Atlantik okeanlar. Onlara hansı ölkələri misal göstərə bilərik? Braziliya, Avstraliya. Yeni Zelandiya, Oasis. Cənubi Amerikada hansı ölkələrin? Bir də ola bilər müəllim. Çili. Hansı? Çili. Çilinin bəli, cənubdan Atlantikada qismən çıxışı var. Əsas düz hissəsi sakitdir. Sonra hansı dövlət? Braziliyalar. Braziliya yox. Braziliyanın tamamilə Atlantik sahilidir. Kolumbiya dövlətinə baxarsınız orada. Bir də indi göstərəcəm dediyim kimi. Bir də Panama dövlətidir. O iki materikdə yerləşir. Bir hissəsi Şimali Amerika, bir hissəsi Cənubi Amerika düşür. Qitə olaraq da bilirsiniz ki, şeydir. Yəni bir tərəf qitə olaraq, yəni Amerika qitəsindədir. Hər şey okean sahilindədir. Elə Sakit və Atlantik okeanı birləşdirən kanal da məhz buradan keçir. Sonra Afrika ölkələri. Şimali Afrika əsasən daha çox ərəb ölkələridir. Afro-Asiya dili ailəsində danışanlar üstünü təşkil edirlər burada. İki əsas hansılar məşhurdur? Misirdir. Bilirsiniz, iki materik, iki qitədə yerləşən yeganə ölkədir. Asiya və demək Afrika qitəsində, Avrasiya və Afrika materikində yerləşir. Süveyş kanalı məşhur. Süveyş kanalı bunun arasında keçir, yəni. Digərlər Liviya, Əlcəzairdir, Mərakeşdir, Sudandır, məsələn, məşhurlarından. Qərbi Afrika ölkələri, solda yerləşənlər, demək, Atlantik sahilində Nigerdir, Mali, Nigeriya. Demək, digərləri. Sonra bunlardan düzdür, çox sual yəni düşmür. Ona görə çox bunların üstündə əzbərsizliyə qalmaq istəmirəm. Sonra Şərqi Afrika ölkələri, Efiopiya, Zambiya, Tanzaniya kimi ölkələr. Cənub hissədə. Bir də Mərkəzi Afrika var, Kongo Demokratik Respublikası, Saat kimi ölkələr, Qabondur məsələn, ekvator boyu ərazilər sıx meşələrlə örtülüdülər. Cənubi Afrikada da hansılardır? Təbii ki, Afrikanın yeganə inkişaf eləmiş ölkəsi Cənubi Afrika Respublikası məhz onun cənub hissəsində yerləşir. Digərləri Namib, bilirsiniz, səhrası var cənubda, onun adı ilə. Elə Madagaskarı misal göstərə bilərik. Burada da Afrikanın, Cənubi Afrika Respublikasının içində iki dənə dövlət var. Onlara anklav ölkələr deyirlər. Onlar hansılar idi? Lesotho ilə Eswatini. Lesotho, Eswatini dövlətləri anklavdır. Ki, hər tərəfdən eyni ölkə ilə əhatə olunurlar. Avropada buna nümunə olaraq hansı ölkələri misal göstərə bilərik? Vatikan. Bir də San Marino. San Marino. Yaxşı, belə. Avstraliya bilirsiniz ki, tək ölkədir, amma ətrafındakı adalarla birlikdə bəzən Okeaniya, Avstraliya və Okeaniya regionu adlandırılır. O səbəbdən burada 15-ə yaxın ölkə mövcuddur. Avstraliya onlar içərisində ən nəhəngidir. Sonra bir digər hissəsi isə Yeni Zelandiyadır. Yeni Zelandiyada inkişaf edilmiş ölkələr qrupuna daxildir. Avstraliya ilə birlikdə. Özdə yeni daxil olub inkişaf edilmiş ölkələr qrupuna. Daha doğrusu bu yeni deyil, üzrlü sayın. Kiprdir. Demək, Koreya Respublikasıdır. Bunlar yeni daxil olanlardan demək əsas bu qrupa aid olanlar. Mediterana bu hansı regiondur? Aralıq dəniz sahil ölkələrində yerləşən ölkələr birliyidir. Hansı ki, bura 4 dənə region daxildir. Cənubi Avropa, Şimali Afrika, Cənub-Şərqi Avropa və Cənub-Qərbi Asiya. Hər birinin özünə məxsus özəlliyi var. Məsələn, Cənubi Avropa ölkələri demək, məsələn, İspaniyadır, deyək ki, İtaliya kimi ölkələr. Bunlar əsasən inkişaf etmiş ölkələrdir. Maşınqayırma sənayesi yaxşı inkişaf edib, turizm sahəsi yaxşı inkişaf edib. Əsasən Aralıq dənizi subtropik iqlimdə üzüm və demək, zeytun, eyni zamanda sitrus meyvələri yetişdirilir.
Bu regionun özəl xüsusiyyəti odur ki, demək digər regionlarla müqayisədə, yəni Aralıq dəniz sahillərində yerləşən ölkələrlə müqayisədə demək daha yaxşı inkişaf edib, amma təbii sərvətlə ən zəif təmin olunan region məhz Cənubi Avropadır. Şimali Afrika təbii sərvətlərlə yaxşı təmin olunsa da inkişafdan geri qalır. Baxmayaraq ki, Afrika regionları içərisində ən yaxşı inkişaf eləmiş region məhz onun şimal hissəsidir. Burada fosforit, neft, qaz ehtiyatları xüsusilə seçilir. Çökmə mənşəli faydalı qazıntılar. Turizm üçün əlverişli imkanlar olsa da, ölkələrdə daxili sabitliyin olmaması müəyyən qədər bu sahəyə maneə törədir. Sonra Cənub-Şərqi Avropa ölkələri, hansı ki vaxtilə sosialist idi, onlar keçid dövrünə aid olan ölkələrdir. Digər hissə Cənub-Qərbi Asiyadır. Cənub-Qərbi Asiyanın da inkişafına mane olan şey qaynar nöqtələrin olmasıdır. Xüsusilə İraqdır, Suriyadır. Demək ki, Livandır, sonra Fələstin və İsrail arasında olan münaqişələrdir. Bu regionda iqtisadi cəhətdən gərgin, yəni ki, ölkələrin bir-birinə inteqrasiya etməsinə mane yaradır, gərginlik yaradır daim. Baxmayaraq ki, yəni burada nisbətən təbii ehtiyatlar zəngin olsa da, iqtisadi cəhətdən inkişafa mane olan şey əsasən qaynar nöqtələrin məhz burada yerləşməsidir. Coğrafi mövqeyinə görə çox əlverişlidir, çünki 3 qitənin sərhədində yerləşir. Həm Avropa, həm Asiya, həm də Afrikaya çox yaxın məsafədədir. Cənub-Qərbi Asiya ölkələri. Demək belə. Bunların hamısı haqqında burada məlumatlar var. İstəsəz belə də görünür məlumatlar. Belə də göndərərəm, oradan da baxa bilərsiniz. Dünyanın siyasi xəritəsinin formalaşması əsasən 4 mərhələ keçibdir. Qədim, orta, yeni və ən yeni müasir dövr. Qədim dövr, təbii ki, eradan əvvəl və bizim eranın 5-ci əsrinə qədərki dövrlər rəhd edir. Ən qədim dövlətlər, hansı ki, indi günümüzdə ən qədim dövlət Çini misal göstərə bilərik. Amma bəzi ölkələr olub ki, yaranıblar, sonra dağılıblar. Məsələn, Roma imperiyası, indi isə yerində İtaliya formalaşıb. Demək belə. Sonra orta əsrlər feodalizm dövrüdür. Hansı ki 15-ci əsrə qədərki dövr rəhd edir. 5-15. Burada da müəyyən imperiyalar yaranıb gördüyünüz kimi. Sonra yeni dövr böyük coğrafi kəşflər dövrünə düşür. Əsasən 15-ci əsrdən başlamış 1-ci Dünya müharibəsinin sonuna qədər. 1-ci Dünya müharibəsi nə vaxt başa çatıb? 1918. Aha. Demək orada artıq müəyyən dəyişikliklər baş verib. Çünki bəzi ölkələr demək orada öz müstəmləkələrini itiriblər. Bəzi ölkələr yeni ərazilərə sahib olublar. Bu da yeni dövr sayılır. Ən yeni dövr isə məhz həmin tarixi hadisədən sonra başlayır. Ancaq bu son hadisələr bilirsiniz, tarixdən də öyrənmək nisbətən çətin olan bu ən yeni dövrdür. Çünki daha çox hadisə baş verib. Bəzən elə hadisələr var ki, eyni ildə baş verdiyinə görə onların baş vermə tarixini aylara görə təyin edirik. Bəzən bir neçə gün fərqi olub, onu əsasən təyin etmək məcburiyyətində qalırıq. Demək, bu sosialist blokuna daxil olan ölkələri qeyd elədik burada, bayaqları. İndi yeni dövr haqqında istəyirəm qısa məlumat verim. Yeni dövr uşaqlar özü 4 mərhələyə bölünür. 1-ci Dünya müharibəsindən 2-ci Dünya müharibəsinə qədər, 2-ci Dünya müharibəsindən sonra 60-cı illərə qədər, sonra 60-80-ci illər, ondan sonrası 90-cı illər və sonraki mərhələ. Təbii ki, ən ciddi dəyişikliklər sonda baş verən hadisədir ki, onlardan, o hadisələrdən biri də SSR-nin dağılması ilə demək, yeni dövlətlərin yaranması. Halbuki Afrika 20-ci əsrdə cəmi 2 müstəqil dövlətə sahib idisə, yəni 20-ci əsrin sonunda artıq demək, müstəqil dövlətlərin sayı əlini keçmişdi. Demək, bu dövrdə dediyi Azərbaycanda müstəqil olan dövlətlərdən biri olub. Avropa xüsusilə xəritəsində ciddi dəyişikliklər baş verib bu dövlətlərin yaranması ilə. Burada gördüyünüz kimi Çexoslovakiyanın parçalanması, Çexiya və Slovakiyanın yaranmasıdır. Sonra Yugoslaviyanın parçalanması. Bunlar məhz yeni dövr üçün, ən yeni dövr, yəni ən yeni dövrün sonu üçün səciyyəvi əlamətlərdir əsasən. Bu siyasi xəritədə baş verən dəyişikliklər əsasən 2 qrupa bölünür. Kəmiyyət dəyişiklikləri daha çox ərazi ilə bağlıdır. Keyfiyyət dəyişiklikləri isə demək, daha çox iqtisadi, siyasi və mədəni hadisələrlə bağlıdır. Orada aydınlaşdırmaq müəyyən qədər bu səbəbdən asan ola bilər. Əgər yeni ərazi zəbt olunursa, dəniz dayazları qurudulursa, müharibələr nəticəsində yeni ərazilər ələ keçirilirsə, demək, kəşf olunmayan torpaqlar kəşf olunursa, bu kimi xüsusiyyətlər məhz torpaqla bağlı dəyişikliklər daha çox kəmiyyətə aiddir. Ancaq mədəni, iqtisadi və siyasi prosesdə baş verən dəyişikliklər, məsələn, dövlət quruluşunun dəyişməsi, məsələn, monarxiyadan respublika idarəçilik sisteminə keçməsi
Məhz orada keyfiyyət dəyişikliyidir. Amma məsələn dəniz dayazlıqlarını qurudaraq yeni ərazilərə sahib olunma o kəmiyyətə aiddir. Çünki ölkənin sahəsi artırsa bu sadəcə kəmiyyəti ifadə edir. Əslində iqtisadi cəhətdən, mədəni cəhətdən inkişaf daha müsbət inkişaf hesab olunur. O səbəbdən o keyfiyyət, amma ərazi kəmiyyəti ifadə etmiş olur. Demək, dəniz sahillərini bir sıra ölkələr qurudurlar və qurutduqdan sonra müəyyən bəndlər vasitəsilə dəniz dalğalarının əraziyə təsirini azaldırlar, qarşısını alırlar ki, bunlar içərisində bilirsiniz, Birləşmiş Ərəb Əmirliklərində bir süni ada var, hansı ki ona Palma adası deyirik, nümunə göstərə bilərik. Böyük dövlətlərdən ABŞ-dir, Yaponiyadır, Çindir. Digərləri isə gördüyünüz kimi kiçik dövlətlərdir ki, ilk dəfə bu proses məhz Niderlandda həyata keçirilib. Eyselmir körfəzini qurutmaqla buna nail oldular. Sonradan ölkənin 40%-ni məhz dəniz dayazını qurutmaqla çoxaldıblar ki, o səbəbdən onlarda belə bir termin yaranıb. Deyir, dünyanı Allah Hollandiyanı isə Hollandlılar yaradıb. Çünki dediyimiz kimi ərazinin 40%-ni məhz dəniz dayazlarını qurutmaqla çoxaldıblar. Dünyanın qaynar nöqtələri burada öz əksini tapıb. Yəqin ki, əksəriyyəti günümüzdə hər gün xəbərlərdə eşitdiyimiz məsələlərdir. IŞİD'dir, Kürt problemidir. Demək, Şri-Lankada başqa bir Tamil İlama adında bir demək problemli ərazi var. Azad Kəşmir, Hindistan, Pakistan bilirsiniz, əsas müharibə tez-tez bu yəni istiqamətdə baş verir. Xüsusilə bu son günlərdə daha kritik bir vəziyyət yaranıb. Bəzən belə problemləri aradan qaldırmaq məqsədilə ölkələr bir-birlə sülh danışıqları aparırlar. Amma bəzən sülh danışıqları uzandıqda belə problemli ərazilərdə ölkə əskərləri belə deyə arasında münaqişə yaranmasın, ölkələr bir-birinə təcavüz etməsin deyə müvəqqəti sərhəd çəkilir. Münaqişə həll olunana qədər buna da demarkasiya xətti deyirlər. Sonra belə demarkasiya yetərlidir. Beynəlxalq təşkilatlar, bir çox beynəlxalq təşkilatlar var. Onlar içərisində ən böyüsü BMT-dir. Dünyada 196-dan çox ölkə məhz bu təşkilata üzvdür. Həmçinin Azərbaycan təbii ki. Sonra digər təşkilatların paytaxtları burada öz əksini tapıb. Məsələn, ikinci OPEC-in demək mərkəzi hesab olunur. Sonra neytral dövlətlər, hansı ki, heç bir siyasi münaqişəyə qoşulmayan ölkələrdir. Onlardan Türk dövlətlərində biz misal göstərə bilərik, Özbəkistan və Türkmənistan dövlətləri. Sonra beynəlxalq təşkilatlar, hansı ki, inteqrasiya növünə görə iki qrup ayrılır. Onlar bəlkə ölkələr arasında demək, münasibətləri tənzimləyirlər. Əgər hər hansı bir təşkilata daxil olan ölkələr qonşuluq mövqeyinə malikdirsə, bu regionaldır. Məsələn, Cənub-Şərqi Asiya ölkələri ASEAN. Bu regional təşkilatdır, bir bölgəni əhatə edir. Amma OPEC məsələn, OPEC-in bir üzvü məsələn Cənub-Qərbi Asiyadadır, bir üzvü məsələn Şimali Afrikadadır, bir üzvü isə məsələn Cənubi Amerikanın şimalında, məsələn Venezuela, deyək Əlcəzair və yaxud məsələn Birləşmiş Ərəb Əmirlikləri. Bunlar müxtəlif regiondadırlar. Müxtəlif əraziyə, sahəyə yayılıblar, amma eyni demək bir eyni ideologiyaya xidmət göstərirlər, belə deyək. O səbəbdən belə təşkilatlara sahəvi təşkilatlar deyirlər. Yəni, bir regionda olmayan təşkilatlardır. Sonra bunlar sizə düşən deyil. İkincisi, demək, Atom Agentliyi təşkilatıdır. Sonra İSESCO bilirsiniz, İslam əsasən təşkilatı olub. İSESCO İslam Elm Təhsil Mədəniyyət Təşkilatı hesab olunur. Beynəlxalq birdən düşməz bunlar, elə belə qeyd edirik. Ona görə çox da üstündə dayanmıram. OPEC birdən yadınızda saxlayın. OPEC neft istehsal edən ölkələr hansı ki, Afrika, Latin Amerikası və Asiyada bu təşkilata üzv olan ölkələr var. Məqsədi neftin əsasən dünya bazarında qiymətinin tənzimlənməsidir. Sonra Azərbaycanın üzv olduğu təşkilatlar ilk olaraq Azərbaycan İslam Konfransı Təşkilatına üzv olub. Sonradan adını dəyişdirdilər, elədilər İslam Əməkdaşlıq Təşkilatı 91-də, 92-də mart ayının ikisində isə Birləşmiş Millətlər Təşkilatına üzv olub. Sonraki isə digər təşkilatlardır. Avropa Şurası bilirsiniz, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı mərkəzi İstanbulda yerləşir. Cuamdır, Gürcüstan, Ukrayna, Moldova, demək Azərbaycan, onların baş hərflərindən ibarətdir. Müstəqil Dövlətlər Birliyi, MDB-nin məhz SR-nin tərkibində olan bəzi dövlətlərin birləşməsidir.
Çünki Latviya, Litva, Estoniya və demək Polşa bu qrupa aid olmayıb heç vaxt. Sonra Ukraynanın da Gürcüstan sonradan Rusiya ilə münaqişə nəticəsində bu təşkilatdan imtina ediblər. Belə, digərlərində haqqında müəyyən məlumatımız var. Sonra Azərbaycan səfirliyi və baş konsullarının olduğu, demək ikisi Türk Respublikasındadır, Qazaxıstan və Türkiyə. Digərləri ümumiyyətlə 4-ü qonşularımızdadır. Biri də ABŞ-dadır. Yəni həm konsulluğumuz var, həm də səfirliyimiz var. Başqa ölkələr var ki, onlarda ancaq məsələn səfirliklər mövcuddur. Məsələn Braziliya, amma konsulluq mövcud deyil. Yəni hər ikisinin olduğu olan ölkələr məhz bunlardır. Sonra OPEC üzvləri burada qeyd olunub. Gördüyünüz kimi bəziləri hamısı eyni regionda deyil. Ona görə buna sahib deyirik. Müxtəlif qitələrdədirlər. Ekranı saxlayıram ki, özünüz də oxuyub baxa biləsiniz. Sonra Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aid olan ölkələr əsasən Azərbaycan neftinin dünya Avropa bazarlarına çatdırılmasına daha çox xidmət göstərir. Gələcəkdə yəqin ki, ermənilərlə də demək əlaqə qurulmuş olacaq. Artıq sülh müqaviləsi bağlanarsa. Sonra NAFTA var, Şimali Amerika Azad Ticarət Təşkilatı. O da ABŞ, Meksika və Kanadanı əhatə etmiş olur. MDB-nin də üzvü ölkələri burada öz əksini tapıb. Bir daha baxın. Sonra NATO ölkələri. Dediyim kimi bunlar sual kimi o qədər çox istifadə olunmur. Təsadüfən bunlardan sual düşə bilir. Əvvəl daha çox bir-iki dəfə düşmüşdü. İndi hal-hazırda bunlardan bu yaxın illərdə sual düşməyib. Demək belə, ASEAN da Cənub-Şərqi Asiya ölkələridir. Bayaq regionlarda yerləşən ölkələri qeyd elədik. Bunlar içərisində bir dənə Singapuru inkişaf eləyib və digərlərindən də məhz Taylanddır, Malaziyadır, İndoneziya kimi ölkələr isə, məsələn Filippin, bunlara da yeni sənayeləşmiş ölkələr deyirlər. Hansı ki onlar sənaye cəhətdən nisbətən inkişaf etmiş ölkələrə yaxınlaşıblar, amma digər göstəricilərə görə geri olduqları üçün onlar inkişaf etmiş ölkə hesab edilmirlər. Allah-adı təşkilatı Latin Amerikası İqtisadi Birliyi, hansı ki Argentina, Boliviya, Braziliya kimi ölkələr bu qrupa daxildirlər. Bax burada göstərilən. Sonra Avropa İttifaqı üzvləri, birisi Avropa İttifaqı, hansı ki onun üzvü olan ölkələr var. Bəzən iqtisadi əlaqələrin qurulmasında müəyyən qədər bir-birlərinə, ümumiyyətlə iqtisadi inkişaf yolunda bir-birlərinə dəstək olurlar. Azad əsasən zonalar yaradıblar mal mübadiləsində. Vahid valyutadan əksəriyyət istifadə edir, xüsusilə Qərb Avropa ölkələri. Bu da ölkələrin bir-birinə sürətli şəkildə inteqrasiyasını təmin etmiş olur. İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də əsasən Afrika və Asiyada yerləşir. Amma Latin Amerikasında da Guyana və Surinam kimi dövlətlər məhz demək, İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Gördüyünüz kimi digərləri də Afrika və Asiyadan ibarət olan ölkələrdir. Sonra Avropada da buna biz Albaniyanı misal göstərə bilərik. Birisi Albanlar müəyyən dərəcədə müsəlmanların daha çox yaşadığı ölkədir. Asiyanın ölkələri haqqında burada qeydlər olub. Onları da xəritədən öyrənmək lazımdır. ATƏT-də daha çox istifadə olunmur. Birisi Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı idi. Demək olar ki, öz funksiyasını tamamilə itirmiş vəziyyətdədir. Əsas rəhbərlər də Rusiya, ABŞ və Fransadır. Dövlət ərazisi qeyd eləmişdik. Göndərəcəm, oxuyasınız bu hissələri. Dövlətlərin mövqeyi əsasən 3 səviyyədə dəyərləndirilir. Mikro, mezo və makro. Mikro qonşu ölkələrə, mezo regiona görə, makro isə dünyaya görə əsasən müəyyənləşdirilən bir mövqe sistemidir. Yəni ölkənin dünya səviyyəsində əsasən mövqe müəyyənləşdirilirsə, bu olur makro. Mezo, məsələn, region, məsələn, Azərbaycanın misal göstərsək, mikro dedikdə qonşu ölkələrimiz nəzərdə tutulacaq. Mezo dedikdə, məsələn, Cənub-Qərbi Asiyada yerləşirik. Makro dedikdə, məsələn, biz deyirik Azərbaycan, məsələn, Avrasiya materikində, Asiya qitəsində yerləşir. Məsələn, bu Azərbaycanın ümumi dünyadakı mövqeyidir. Sonra, coğrafi mövqe bilirsiniz, müxtəlif, yəni ki, cür qiymətləndirilə bilər. Əgər təbii xüsusiyyətlərə görədirsə, bu fiziki coğrafi mövqedir. İqtisadi amillərə görə dəyərləndirilirsə, yəni ölkənin iqtisadiyyatına müsbət təsir göstərən amillərə görə dəyərləndirilirsə, bu iqtisadi coğrafi mövqedir. Ölkənin siyasi əsasən mövqeyi, siyasi cəhətdən
Təsir dairəsi isə onun siyasi mövqeyi sayılır. Fiziki coğrafi mövqeyi təbii obyektlərə görə, materikdir, okean, dağ, düzənlik kimi obyektlərə görə. İqtisadi amil mühüm nəqliyyat yolları, okeanın çıxışının olması bu kimi əsas xüsusiyyətlərə görə, yəni dünyanın iqtisadi inkişaf regionuna yaxın və ya uzaq olması bu kimi əlamətlər dəyərləndirilir. Siyasi coğrafi mövqeyidə əsasən demək ölkənin siyasi təsir dairəsinə əsasən müəyyənləşdirilir ki, ölkələrin demək geosiyasi dünya səviyyəsində siyasi təsir dairəsi onun geosiyasi mövqeyi sayılır. Geosiyasi mövqeyi 3 əsas amillə təyin olunur. Onlar hansılardır? Ümumi daxili məhsulun həcmi, yəni iqtisadi güc, hərbi gücdə 3 dənə əsas əlamətlə müəyyənləşdirilir. Nüvə potensialıdır, büdcədir, bir də əskər sayıdır. Bir də təbii resurs amili önəmlidir. Birisi Amerikanın güclü olması, bu 3 amilin üçünün də orada üstün mövqeyə malik olmasıdır. Yəni həm təbii sərvətlə yaxşı təmin olunub, həm hərbi gücü yüksək səviyyədədir, həm də təbii ehtiyatlar çoxdur. O səbəbdən dünyanın əksər ölkələrinə təsir və təzyiq edə bilir. Deməli belə, bunları qeyd elədik. Balkan yarımadasında yerləşən ölkələr Yuslandiya yarımadasında. Yuslandiya birisi də Şimali Avropada Danimarka ərazisində yerləşir. Cənub hissəsi Almaniyaya düşür. Əsas hissəsi Danimarkadadır. İskandinaviya, Norveç, İsveç bunlar qeyd olunub. Avropanın ada ölkələri. Ada ölkələri çoxdur bilirsiniz. Hansı ölkələr, daha doğrusu hansı adalardır ki, onlarda 2 ölkə yerləşir? Bəlkə xatirinizdə qalıb, deyin gəlsin. Haiti ola bilər. Hansı ölkələrdir Haitidə? Ölkələri bilmirəm. Elə Haiti Bu Haiti Respublikasıdır. Yamayka. Yamayka yox, müstəqil ada ölkəsidir. Sonra başqa hansı adada ölkə var? Elə Tutmaq böyük bir olan tane müəllim. həm İrlandiya, Odlu həm də torpaq məsələn Çilinə, Argentinaya məxsusdur. Sonra İrlandiya, şimal hissəsi Böyük Britaniyaya məxsusdur. Çünki elə İngiltərənin asıl adı belədir. Şimali İrlandiya və Böyük Britaniya Birləşmiş Krallığı. Bəs hansı ölkədir ki, orada hansı adadır ki, orada 3 ölkə yerləşir? Tanımaq Uzun olar. da. Kalimantan və ya Yeni Borneo Guinea. adası. Orada Malayziya, İndoneziya və Brunei dövləti. Yeni Guinea. Yox, Brunei. Yeni Qvineada 2 dənə ölkə yerləşir. İndoneziya və Yeni Qvineya Papua dövləti. Bu demək, bu adalar əsasən çox dövlətli adalar idi. Yəni 2 və daha artıq. Bunları qeyd elədik. Asiyanın ada ölkələri. Ada ölkələrindən Yaponiya və Filippin, eyni zamanda İndoneziyanın əsas xüsusiyyətləri onların necə adada yerləşmələridir? Yəni necə dövlət olmaları ilə seçilirlər bunlar? Bir var tək adada yerləşən, bir var arxipelag ölkələrdir, bəli bunlar. Singapur tək adada yerləşən və bu regionda yeganə inkişaf eləmiş ölkə idi, qeyd eləmişdik. Madagaskar məsələn tək adada yerləşir. Bunlar qeyd elədik, digərlər düşən deyirlər. Karib dəniz hövzəsinə aid olan ölkələr Kuba düşə bilər, məsələn Haiti, Dominikan bir yerdədir, Yamayka ayrıdır. Yamayka dünyada hansı təbii sərvətə görə seçilirdi? Neft. Boksit ehtiyatına görə. Əgər oradan çıxışı varsa, deməli dünya boksit ixrac edir. Avstraliya və Okeaniya burada inkişaf eləmiş ölkələr Avstraliyanın Yeni Zelandiyadır, digərləri də burada öz əksini tapıbdır. Bunlardan əksəriyyətindən suallar düşmür demək olar. İndi gəldik dövlətlərin idarə edilmə formaları. Bilirsiniz, dövlətlər tarixən əsasən idarə edilmə formalarına görə daha çox monarxiya ölkələri idi. Hansı ki, mon bir arxi hakimiyyət deməkdir. Vahid şəxs, yəni vahid hakimiyyət rəhbəri tərəfindən idarə olunurdu, belə deyək. Və hakimiyyət nəsildən nəslə qan qohumluğu vasitəsilə keçirdi ki, bu əsasən dövlətlər daha çox Avropa və Asiyada yerləşirlər. Hal-hazırda demək ümumi 30-a yaxın monarxiya ölkəsi var. Demək olar ki, onun elə çox hissəsi 12-si təxminən Avropada və geri qalan 12-si Asiyada yerləşir. Digərləri də digər qitələrdədir. Demək, bu monarxiya idarə etmə formasına malik olan ölkələr özləri 2 qrupa ayrılır. Konstitusiyalı monarxiyalar, hansı ki, burada rəhbərin səlahiyyətləri müəyyən qədər məhdudlaşdırılıb.
Buna məhdud monarxiya deyirlər. Məhdud monarxiya. Ancaq elə ölkələr var ki, orada məsələn dövlətin rəhbəri kimdirsə, məsələn kral, sultan, əmir və s. bütün səlahiyyətlər demək olar ki, onun əlindədir. Yəni avtoritar şəkildə dövləti idarə edir. Buna da deyirlər mütləq monarxiya. Mütləq monarxiyaların sayı azdır. Buna hansı ölkələri misal göstərə bilərik? Mütləqlərə. Tam Səudiyyə Ərəbistan, Səudiyyə Ərəbistan, bəli, sonra Bruney, doğrudur. Səudiyyə Ərəbistan, Bruney. Sonra Oman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, düzdür? Bir də Küveyt oldu. Küveyt, yox, konstitusiyalı monarxiya. Deməli, hansılar oldu mütləq monarxiyalar? Bruney, Bəhreyn, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, bir də Vatikan əsasən bu kateqoriyadandır. Amma bunlar içərisində, bu mütləq monarxiyalar içərisində, yəni hakimiyyət məhdudlaşdırılmamış, yəni əsas səlahiyyətlər kralın, sultanın məsələn əlində olan dövlətlər demək teokratik olaraq da bəzən qrup ayrılırlar. Yəni mütləq monarxiyalar içərisində bir qrup var ki, onlara teokratik monarxiya deyirlər. Elə onlardan biri hansıdır? Səudiyyə Ərəbistandır. Məsələn, keçənləri uşaqlardan biri Səudiyyə Ərəbistanı mütləq monarxiya kimi götürməmişdi, yanlışlığa yol vermişdi. Deyir ki, o teokratik monarxiyadır. Əslində elə teokratik monarxiya mütləq monarxiyanın bir qoludur. Sadəcə fərqi ondan ibarətdir ki, teokratik monarxiyada hakimiyyətin rəhbəri əsasən ölkənin ali dini lideridir ki, məhz əsas səlahiyyətlər onun əlində olur. Məsələn, bu İran kimi deyil, ha. Çox uşağı elə sual verirsən, bəzən deyirlər İran ali dini lider, İranda var. İraqda da var, məsələn, Sistani. Bunlar respublikadır. Bunlar ümumiyyətlə monarxiya deyil. Onların rəhbərləri xalq tərəfindən seçilir. Onlar monarxiya ölkəsi deyil ki, onlar biz monarxiya adlandıraq. Monarxiyada dövlətin rəhbəri seçkilər yolu ilə hakimiyyətə gəlmir. Sadəcə olaraq nəsildən nəslə qan qohumluq vasitəsilə keçir. Bir də Vatikanda qan qohumluğu ilə keçmir. Bunun səbəbi orada keşişlər bilirsiniz ki, ailə həyatı qurmurlar. O səbəbdən bəzən müəyyən keşiş öləndə orada ali keşişlər yığışıb müəyyən qərar qəbul edirlər. Bir kilsədə bir müddət, bir neçə gün ərzində, bəzən daha qısa müddətə demək qərar qəbul edirlər. Sonra baş keşişin, yəni belə deyək, Roma papasının kim olduğunu təyin edirlər. Amma digər mütləq monarxiyalarda və konstitusiyalı monarxiyalarda hakimiyyətin rəhbəri məhz ailədən gəlir. Sadəcə olaraq konstitusiyalı monarxiyada hakimiyyətin rəhbəri kral, sultan, əmir və s. kimi, yəni bu tip titullara sahib olan insan olsa da, dövlətin əsas səlahiyyətləri onda olmur. Dövləti demək, məsələn, bizdə Milli Məclis var, məsələn, İngiltərədə palata var. Oradan seçilmiş baş nazir idarə edir. Məsələn, İngiltərə kralı var, amma görürsünüz ki, əsas demək, danışıqlar prosesində və yaxud hansısa mühüm qərarlarda baş nazirin rolu mühümdür. Demək, bunlarda konstitusiyalıdır. Amma mütləqlərdə hakimiyyətin rəhbəri birbaşa özü əsas səlahiyyətlərə malikdir. Hansı ki, onlar mütləq monarxiya idi. Dediyim mütləq monarxiyalardan Səudiyyə Ərəbistan, Vatikan və Bruney dövlətləri əsasən teokratik monarxiyadır. Son dövrlərdə bu Əfqanistanı müvəqqəti teokratik monarxiya dövlətinə aid edirlər. Bilirsiniz, Əfqanistan hal-hazırda Talibanın əlindədir. O səbəbdən bəzən Əfqanistanı müvəqqəti monarxiya kimi götürürlər. Çünki onlar belə çevriliş yolu ilə gəlib hakimiyyəti ələ keçiriblər. Amma hələ ki seçkilər keçirilmir, yəni xalq tərəfindən dövlətin rəhbəri təyin olunmur deyə hələ o idarəçilik sistemi haqqında tam bir fikir mövcud deyil. Demək, Asiyada olan monarxiyalar gördük. Bu da Avropada olan monarxiyalar idi. Bu Avropada olan monarxiyalara diqqət yetirirsə, Vatikandan başqa hamısı konstitusiyalı monarxiyadır. Təbii ki, bu konstitusiyalı monarxiya əsasən dövlətin tarixi keçmiş idarəçilik sisteminin rəmzini, yəni rəmzi xarakterli olaraq dövlətin tarixi keçmişini demək, xatırlatmaq məqsədi ilə məhz monarxiyanı bu günümüzə qədər saxlayıblar. Amma demək, mütləq monarxiyalarda isə dedik, bu sadəcə rəmzi deyil, birbaşa dövlətin əsas səlahiyyətlərini idarə edən şəxs kimi çıxış edir mütləqlərdə.
Demək, bunlardan dedi bir dənə Vatikan əsasən rəhbər tərəfindən, əsas rəhbər tərəfindən idarə olunur. Digərləri konstitusiyalı monarxiyalardır. Burada da dediyimiz kimi Omandır, Qətərdir. Bir dəqiqə. Omandır, Qətərdir, Birləşmiş Ərəb Əmirlikləridir, Səudiyyə Ərəbistandır, Bəhreyndir. Bunlar mütləq monarxiyalardır ərəb ölkələrindən. Afrikada mütləq monarxiya mövcud deyil. 3 dənə dövlət monarxiyadır, üçü də konstitusiyalıdır. Hansı ki, şimal hissəsində Mərakeş, cənubunda Cənubi Afrika Respublikasının daxilində olan anklav dövlətlərdən Lesotho, Esvantini demək konstitusiyalı monarxiyadır. Avstraliya və Okeaniyada Tonqadır, amma bu Avstraliya özü, məsələn Avstraliyadır, sonra Kanadadır, bəzən onlar da monarxiya gedirlər. Niyə? Çünki onlar millətləri ittifaqına üzvdürlər. Vaxtilə İngiltərənin tabeçiliyində olan dövlətlər əsasən bu ittifaqa üzv olur. Ki, rəmzi xarakterli olaraq bu dövlətləri İngiltərə kralının təyin elədiyi admiral idarə edir. Əslində əvvəllər belə olub. Amma dediyim kimi, indi İngiltərə kralının özünün elə də səlahiyyəti yoxdur. Onun təyin elədiyi admiralların da elə də səlahiyyəti yoxdur. Yəni, dövlət demək olar ki, yəni özləri tərəfindən idarə olunur. Sadəcə olaraq rəmzi xarakterli monarxiya kimi qəbul edilirlər bunlar. Ki, əsasən dövlətləri idarə edən rəhbər şəxslərin adları fərqli şəkildə adlandırıla bilir. Məsələn, və yaxud dövlətlər fərqli şəkildə adlandırıla bilir. Ki, Avropa ölkələrində əsasən krallıq daha çox üstünlük təşkil edir. Eyni zamanda Afrikada Mərakeş misal göstərə bilərik. Sultanlıq ərəb ölkələri üçün daha çox səciyyəvdir. Demək, daha çox Oman sultanlığını biz tanıyırıq. Sonra Bruney, Cənub-Şərqi Asiya və Malaziya, Cənub-Şərqi Asiya ölkələri. Knyazlıq yenə Avropada Andorra, Liechtenstein, Monaco, Hersoq, Lüksemburqdur. Əmir əsasən ərəb ölkələrdir. Burada biz görürük bunları. Bir dənə dünyada imperatorluq var, o da Yaponiyadır. Yaponiyadan başqa heç bir monarxiya dövləti imperator adlandırılmır. Papa da təbii ki, Romadadır. Təkcə Papa adlandırılan monarx məhz burada yerləşir. Belə, mütləq monarxiya ölkələri burada bir də təkrarlayaq. Gördüyünüz kimi, demək, Bəhreyndir, Bruney, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər. Eyni zamanda Səudiyyə Ərəbistan bu qrupa daxildir. Yəni, teokratik monarxiya olanlar da bu qrupa aiddir, həmçinin. Konstitusiyalı monarxiya ölkələri qeyd elədik. Digərləri, yəni konstitusiyalı monarxiyadır, onsuz da burada görünür. İndi isə dövlətlərin inzibati ərazi quruluşu, federativ ölkələr və unitar ölkələr. Unitar ölkələr adətən o ölkələrə deyirlər ki, ölkə vahid konstitusiya ilə idarə olunur. Dövlətdə vahid bir rəmz olur. Məsələn, bayraq, himn və eyni qanunlar dövlətin müxtəlif ərazilərində demək, xalqın idarə edilməsində istifadə olunur. Ancaq elə ölkələr var ki, dövlət vahid konstitusiya ilə idarə olunur. Dövlət ittifaqlara bölünüb idarə olunur. Bəzən torpaqlıq da adlanır. Yəni, federal ərazilər adlanır. Belə ölkələrə əsasən federativ ölkələr deyirlər. Federativ ölkələr demək, Amerikada nisbətən böyük ölkələrdir. Hansı ki, xəritədə ən çox hansıları aydın görmək olur. Kanadada, ABŞ-dır, Meksikadır. Cənubdan da Venezuela, Braziliya və Argentinadır. Bir dənə kiçik ada dövləti var, St. Kitts və Nevis. Ondan inanmıram sual kimi düşsün. Yəni, bu da federativ ölkədir Amerika qitəsində. Afrikada daha çox mərkəz və cənub hissələrdə mövcuddur. Demək, Nigeriyadır, Somali, bu şey demək istədim, Sudan. Sudan, bilirsiniz, vaxtı ilə vahid bir dövlət idi ki, Sudan tək adlanan bir ölkə idi. Sonradan 2011-ci ildə Cənubi Sudan yarandı ki, ən gənc dövlət kimi tanınır bu dövlət, Cənubi Sudan ki, bunlar federativdir hər ikisi. Yəni, dövlət hissələrə bölündü, parçalandı və bu şəkildə idarə olundu. Sonra digərləri də demək, geri qalan ölkələrdir. Biz bura Cənubi Afrika Respublikasını qeyd eləyə bilərik. Sonra belə. Sonra Avropa ölkələri. Avropa ölkələrindən qeyd olunan bu ölkələrdir. Almaniya, bilirsiniz, elə AFR sözünün mənası Almaniya Federativ Respublikası deməkdir. Belçika, İspaniya xüsusilə qeyd olunmalıdır burada ki, İspaniya ilə Belçika federativ həm də monarxiya ölkələrdir. Asiyada bu tip ölkələr Birləşmiş Ərəb Əmirlikləri
və Malazya ölkəsidir. Burada yuxarıda Tanzaniya, bunu çıxarmalıyıq. Sonra federativlərdən. Demək, bu ölkələr, burada bəzi əskikliklər var. Tam hamısının adı, yəni İspaniyanın adı yoxdur burada. Demək, bunlar necə dövlətlər oldu? Federativ. Bu İsveçrə xüsusi bir federativ quruluşa malikdir. Buna konfederativ ölkə deyirlər. Bunun səbəbi ondan ibarət ki, bəzən xarici siyasətdə başqa ölkələrlə razılaşdırılmış qərarlar əsasında dövlət idarə olunur. O səbəbdən buna konfederativ ölkə deyirlər. Belə. Demək, Asiyanın federativ ölkələrindən biz Birləşmiş Ərəb Əmirliklərini və Malaziyanı xüsusi vurğuladıq. Niyə? Çünki o həm monarxiyadır. Adətən monarxiyalarda bir kral, bir sultan, bir əmir olur da, yəni biri vahid şəkildə dövləti idarə edir. Ancaq bunlar monarx olsalar da federal hissələrə bölünüb idarə olunurlar. Avstraliya və Okeaniyada Avstraliya və Mikroneziya dövlətidir. Bunlar Mikroneziyadan sual düşməz yəqin ki, Avstraliyanı yadınızda saxlayın əsas. Sonra ölkələrin əsasən inkişaf səviyyəsi hansı əlamətlərə görə təyin olunur? Uzun ömür, təhsil səviyyəsi, bir də adam başına düşən gəlir. Daha çox bu əsas göstəricilərdir. Bunlardan ən yüksək göstərici 0,800-dən yuxarı olanlardır. Bunları necə təyin edirik? Bunun düsturu belədir. Məsələn, deyək ki, adam başına düşən gəlirin düsturunu necə təyin edirlər? Dünyada məxrəcdə, dünyada adam başına düşən gəlir üçün müəyyənləşdirilmiş maksimum və ondan çıxılır müəyyənləşdirilmiş minimum göstərici. Surətdə isə demək, ölkənin maksimum göstəricisi və ölkənin minimum göstəricisi. Misal, deyək ki, Azərbaycanı təyin eləmək istəyir. Azərbaycan demək, burada 3-dən göstərilib, əslində 4 dənədir. Bu, yeni dərsliklərdə 4 qrup ayrılır. Burada 3 göstərilib. Bu müəyyən qədər yanlışdır. İndi mən doğru olan hissəni göndərirəm sizə. Demək, deyək ki, surətdə Azərbaycanda 6200 çıxılır, dünyanın minimumu 100. Məxrəcdə isə maksimum 40.000 çıxılır, minimum 100. Bərabərdir. Burada demək, surətdə ölkənin göstəricisi çıxılsın dünyanın minimumu, məxrəcdə dünyanın maksimumu çıxılır, dünyanın minimumu. Ki, bunları böləndə təbii ki, görürsünüz kimi 1-dən kiçik ədəd alınacaq. Orta ömür müddəti necə təyin edirlər? Dünyanın maksimumu 85 götürülür, minimumu 25. Ölkədə məsələn Azərbaycanda necədir? 72,6 orta ömürdür. Çıxılır dünyanın minimumu, bərabərdir. Demək, bu düsturdan da aydın görünür ki, cavab 1-dən kiçik alınacaq. Digəri təhsil səviyyəsi. Biraz o iki cür düsturdan istifadə olunur. Çünki həm savadlılıq səviyyəsi ayrıca sayılır, həm də yazıb oxuma qabiliyyəti, yəni, həm də təhsil səviyyəsi. Bir var, məsələn, sadəcə yaşlılar arasında yazıb oxumağı bacaranlar var. Bir də var, hansısa bir təhsil sahəsində oxumuş insanlar var. Onların əsasən arasında biz hesablanma aparırıq. Birinin 1/3 hissəsi, digərinin isə 2/3 hissəsi götürülür. Sizə düşmür deyə ehtiyac yoxdur ona. Bəlkə MİQ imtahanında düşər. Amma ümumi sizə nə düşə bilər? Hamısının göstəricisini versə, əsasən 3 göstəriciyə bölüb ortaq ədəd tapasınız. Azərbaycanda 0 belədir. Bir dəqiqə. Azərbaycanda demək, göstərici 0,1745-dir. 0,1745 ki, bu göstəriciyə görə Azərbaycan dünyada 91-ci yerdədir. Amma yazıb oxuma göstəricilərinə görə, təhsilə görə 13-cü yerdədir. İç beşlik var, bir də iç sonluq var. Gördüyünüz kimi, burada iç beşliyə İrlandiya, İsveçrə, Norveç, Avstraliya kimi ölkələr, Almaniya kimi ölkələr daxildir. Sonlara da Mərkəzi Afrika Respublikası, Mardı, Nigerdir, Çaddır, Burkina Faso kimi ölkələr. Azərbaycan burada fərqlidir. Dərsliklərdə biraz fərqli verilib. İllər üzrə dəyişir deyə, ona görə bunun tam, yəni dəqiqliklə qeyd eləmək mümkün deyil, belə deyək. Bu səbəbdən, yəni burada olan məlumat 2013-cü ilin məlumatıdır. Mən dediyim dərslikdə olan məlumatdır, onu sizə qeyd elədim.
Sonra hər nəfərə düşən ümumdaxili məhsulun görə qabaqcıl ölkələr təsərrüfat sahələrinə görə ölkənin iqtisadi inkişafın mərhələlərindən də bu sənayeyə aiddir. Bunu gələn dərs qeyd eləyəcəyik. Sonra sənayeləşmə mərhələsi növbəti mövzularımızdan da bizim. Bugünkü mövzumuz əsasən bununla bağlıdır. Onu qeyd edeyim ki, dünyada əsasən türk dövlətlərindən sual düşsə, dünyada ölkələr hansı ki vahid şəkildə idarə olunur, unitar şəkildə. Bütün türk dövlətləri də o qismdəndir. Federativ dövlətlərin sayı azdır. Dünyada dediyimiz kimi monarx ölkələrin sayı azdır, respublikaların sayı çoxdur. Bizimki kimi seçkilər yolu ilə xalq hakimiyyəti əsaslanan, xalq hakimiyyətinə əsaslanan idarəçilik sistemi. Bütün türk dövlətlərində də Azərbaycanda olduğu kimi demək unitar və respublika idarəçilik sisteminə malikdir. Yəni bütün türk dövlətləri hansı ki Türkiyədir, Qazaxıstan, Özbəkistan, Qırğızistan və Türkmənistan dövlətləri. Bunlar Azərbaycanda idarəçilik necədirsə, digər bütün türk dövlətlərində də elədir. Hamısında idarəçilik sistemi respublika idarəçilik sistemidir. İnzibati ərazi quruluşda unitardır. Heç birisi federativ deyil, heç birisi monarxiya deyildir. Yəni Mərkəzi Asiyada ümumiyyətlə monarxiya ölkəsi yoxdur. Və federativ ölkə yoxdur. Hamısı unitar və respublikadır. Digər göstəricilər inkişaf etmiş və etməkdə olan ölkələrə aiddir. Onlardan da biraz məlumat verim sizə. Uşaqlar dediyimiz kimi ölkədə bir sıra əlamətlər ümumi daxili məhsulla təyin olunur. Ümumi daxili məhsulun və yaxud adam başına düşən göstəricisi ilə. Bəs ümumi daxili məhsul nədir? Kim izah edə bilər? Ölkə daxilində olan yerli firmaların, yəni yerli şirkətlərin və xarici şirkətlərin cəmi. Aha, ümumi daxili məhsul. Demək, ölkənin daxilində ölkəyə gəlmiş hansı ki transmilli şirkətlərdir, xarici şirkətlər və üstəgəl bu ölkənin daxilindəki milli şirkətlərin istehsal etdiyi məhsulun cəmidir. Ölkə daxilindəki milli şirkətlər. Demək, ümumi milli məhsul nədir bəs? Ölkə daxilində olan öz şirkətlərimizin gətirdiyi gəlir və xarici ölkələrin daxilində Ölkənin olan öz demək şirkətlərimizin xaricdə gətirdiyi gəlir. fəaliyyət göstərən şirkətlərə. Bu hər ikisi də ölkəyə məxsus olur. Düzdür? Milli şirkətlər ölkəyə məxsus olan şirkətlərdir. Biri ölkə daxilindədir, digərləri isə ölkə xaricində ola bilər. Demək, bu ölkə daxilindəki milli şirkətlərin istehsal etdiyi məhsul həm ümumi daxili məhsulda hesablanır, həm də ümumi millidə. Venn diaqramı qurmuş olsaq, bu həm ümumi daxili məhsulda hesablanacaq, həm də ümumi millidə hesablanacaq. Ona görə ölkə daxilindəki milli şirkətlərin istehsal etdiyi məhsul ümumi daxili məhsul və ümumi milli məhsulun ortaq demək qazancı sayılır. Ki bizdən burada deyir ümumi daxili məhsul 47-dir. Burada 47 milyard göstərici var. Ümumi milli isə demək 38,5-dir. Bizdən nə istəyir? Deyir bu dövlətin ölkə xaricində, yəni burada ümumi daxili məhsul və ümumi milli məhsul qeyd eləsək, bu dövlətindirsə, demək, amma xaricdə fəaliyyət göstərir. Onu hansına aid eləyəcək? Ümumi daxiliyə yoxsa ümumi milliyə? Bu dövlətin ölkə xaricində Ümumi milli. ümumi milliyə, bəli. Demək, ölkənin xaricdəki milli şirkətidir. Milli ifadəsi var. Yəni bu ifadədə. Ona görə açar söz kimi ümumi milliyə aiddir. Şirkətlərin istehsal etdiyi məhsulun həcmi 12-dir. 12 bunun payıdır. Olduğu halda deyir, ümumi daxili məhsulda xarici şirkətlərin payını tapın. Gördüyünüz kimi ümumi milli 38,5-dir. Ümumi daxili isə 47-dir. İndi biz görürük ki, ümumi millidə əsasən iki ərazidə yerləşən şirkətlərin payı sayılır. Həm ölkənin daxilindəki milli şirkətlərin payı, həm də ölkənin xaricindəki milli şirkətlər. Bunların ikisinin cəmi 38,5-dir. Onun 12-si ölkə xaricindəki milli şirkətlərə məxsusdur. Deməli, nə qədəri ölkə daxilindəki milli şirkətlərə aid olur? 26,5-i. Aha, 26,5 əgər ölkə daxilindəki milli şirkətlərə məxsusdursa,
ümumi daxili məhsulda xarici şirkətlərin payı nə qədərdir? Necə təyin edə bilərik? 21,5. 47-dən çıxacaq. Çünki ikisinin cəmi 47 olmalıdır, bəli. Bəli, 26,5-i 47-dən çıxsa, xarici şirkətlərin ölkə daxilindəki istehsal etdiyi məhsulun həcmini təyin etmiş olarıq. Daha doğrusu 20,5 olmalıdır, səhv eləmirəmsə. Nəysə rəqəmsal olaraq ola bilər, mexaniki yanlışlıqla qeyd elədik, amma həlli qaydasını düz qeyd elədik. Sonra 20,5 eləyir. Sonra inkişaf etmiş ölkələrin oxşar xüsusiyyətləri. İnkişaf eləmiş ölkələr niyə inkişaf eləmiş ölkələr hesab olunurlar? Təbii ki, nə var orada? Həyat səviyyəsi yüksək, sağlam və uzun ömür, gəlir səviyyəsi yüksəkdir, adam başına düşən gəlir. Hansı ki, ölkələr var, adam başına düşən gəlirə görə bir-birindən fərqlənir. 13 min dollardan yuxarı olanlar yüksək sayılır, 13-14 min arası əsasən nisbətən orta sayılır, ondan aşağı 1000-ə qədər nisbətən aşağıdır. O 1000-dən aşağı olanlar isə həddindən artıq aşağı yoxsul olan ölkələrdir, adam başına düşən gəlirə görə. Demək, sonra təsərrüfat sahələrinin strukturu. Yəni, burada əhali nə ilə məşğul olur? Ölkənin əsas qazancı nədəndir? Kənd təsərrüfatından, yəni maddi sahələrdəndir, yoxsa elm, təhsil, səhiyyə? Yəni, ölkədə əsasən əhalinin çox hissəsi hansı sahədə çalışır və ölkənin əsas gəlirləri hansı təsərrüfat sahələrindəndir? Sonra təbii artım, bilirsiniz, inkişaf edilmiş ölkələrdə birinci tipdir. Düzdür, burada CAR birinci tip kimi qeyd olunmayıb, yəni istisna olmaqla. İnkişaf edilmiş ölkələrdən, Afrikanın bütün ölkələri təbii artımın ikinci tipinə aiddir. Amma əvvəlki dərsliklərdə idi. Bu yeni dərsliklərdə buna o qədər bu fikir orta məktəbdən çıxarılıb. Düz dediyim, Güvənin kitabında var idi, amma sınağında düşmüşdü. Bu ikinci tip götürülmüşdü. Urbanizasiya səviyyəsi yüksək olur. Şəhərlər, yəni şəhər ərazisi üstünlüyü təşkil edir. Xammal hasilatı və ixracı deyil, əsasən xammal idxalı və emalı üstünlüyü təşkil edir. Yəni dünya bazarına hazır sənaye məhsulları ixrac edirlər. Daha çox mineral ehtiyatlarla zəif təmin olunub, amma istisnalar da var. Avstraliya, Kanada, məsələn, CAR kimi ölkələr dünya bazarına xammal ixrac edir. Bəzən bu xüsusiyyətinə görə bu ölkələr inkişaf etməkdə olan ölkələrə bənzədilirlər. Kənd təsərrüfatı intensiv inkişaf edib. İntensiv inkişaf nədir? Yəqin ki, keçmişsiz, xatırlayanlar olacaq. İntensiv inkişaf nədir? Sürətli inkişaf. Sürətli inkişafda aqrotexniki qaydalara əməl eləməklə, kənd təsərrüfatına, yəni biznes qoyulması ilə əlaqədar aqrobiznes təsərrüfatının inkişafı, yeni texnoloji avadanlıqların kənd təsərrüfatı istiqamətli istehsalı və kimya sənayesinin kənd təsərrüfatı yönümlü yəni inkişafı, kənd təsərrüfatı ilə sənayenin əlaqələndirilməsi, yeni bitki sortları və heyvan cinslərindən istifadə, bu kimi xüsusiyyətlər, yəni kənd təsərrüfatının sürətli inkişafına səbəb olur ki, kənd təsərrüfatında intensiv inkişaf o zaman mümkün olur ki, az ərazidən çox məhsul istehsal olunsun və yaxud az heyvan sayından daha çox məhsul əldə olunsun. Az insan çalışmasına baxmayaraq, məhsuldarlıq səviyyəsi yüksək olsun. Ekstensiv isə bunun tam tərsidir. Məhsul istehsalını artırmaq üçün əkin sahəsini genişləndirmək, insan işçi qüvvəsini artırmaq, heyvan sayını çoxaltmaq, say miqdarı artırmaq ekstensivdir. Və təbiətdən əsasən asılı olur, məhsuldarlıq səviyyəsi aşağı olur. Demək, kənd təsərrüfatında heyvandarlıq üstündür, dünya bazarında ixracda da heyvandarlıq məhsulları üstünlük təşkil edir. Amma bəzi iqlim resursları yaxşı, yəni təmin olmuş, aqroiqlim ehtiyatları yaxşı olan, demək, Cənubi Avropa ölkələri və Şərqdə Yaponiya daha çox bitkiçilik təsərrüfatı ilə tanınır. Bunlar istisnadır inkişaf etmiş ölkələr içərisində. Borc problemi bu düşməz, yəni, amma yəni, bilirsiniz ki, kasıbların borcu çox olur. Ekoloji mühit daha sağlam olur. Təsərrüfatın ərazi quruluşu polisentrikdir. Bunun mənası nədir bəs? Poliesentrik çox mərkəzlidir, monosentrik bir mərkəzi olan, yəni hər tərəf. Bəzi ölkələr var ki, iqtisadi cəhətdən geri qalmış ölkələr. Ölkədə əsas inkişaf bir tərəfdə gedir, digər hissələr iqtisadi cəhətdən geri qalır. Və yaxud ölkənin inkişaf edilmiş regionlara həddindən artıq uzaq yerləşir və bir-birlə demək olar ki, əlaqələri mövcud deyil.
Məsələn, ancaq polisentrik təsərrüfatda ölkə üzü ərazisində çox mərkəzli təsərrüfat sahələri mövcuddur. Yəni ölkənin müxtəlif regionları yüksək səviyyədə inkişaf edir və bir-birlə sıx əsasən əlaqələr qururlar. Müxtəlif regionlar əsasən arasında elə də ciddi fərq olmur, amma inkişaf etməkdə olan ölkələrdə regionlar arasında kəskin fərq olur. Məsələn, Azərbaycanı misal göstərmək olar. Sonra digər inkişaf etməkdə olan ölkələr, onların oxşar cəhəti də bunların tərsi olacaq əsasən. İndi kitabdan yəni olur da bunların tərsidir. Buradan baxacağıq. Sonra inkişaf etməkdə olan ölkələrin fərqləndirilməsi. Düzdür, bəzi ölkələr var ki, istehsal etdiyi məhsulun həcminə görə dünyanın güclü ölkələr qrupuna daxildir. Ümumi daxili məhsulun həcminə görə bəzi inkişaf etmiş ölkələri ötüb keçiblər. Onlara G20 qrupuna aid olan ölkələr daxildir. Əvvəllər altılıq olaraq yaradılan bu ölkələr Rusiyanın birləşməsi ilə, daha doğrusu birinci belə deyək, birinci beşlik olub, hansı ki Fransa, demək Fransa, İtaliya, İngiltərə, Almaniya, demək ABŞ, daha doğrusu Yaponiya altılıq olub. Sonra Kanadanın bir il sonra 75-ci ildə yaranıb bu. Böyük altılıq. Sonra 7 il olub Kanada 76-cı ildə daxil olub. 1997-ci ildə Rusiyanın daxil olması ilə böyük 8-liyi meydana gəlib. Ondan sonra say artaraq 20-yə çatıb ki, Türkiyədə bu qrupa aid olan ölkələrdəndir. Afrikada Cənubi Afrika Respublikasını misal göstərə bilərik. Cənubi Amerikadan Argentina, Braziliyanı misal göstərə bilərik. Şimali Amerikadan Kanada, ABŞ, Meksikanı misal göstərə bilərik. Ərəb ölkələrindən Səudiyyə Ərəbistanı misal göstərə bilərik. Yəni bu daha doğrusu onu göstərməliyik, belə deyək. Bu böyük ölkələr qrupuna, yəni istehsalın həcminə görə daha öndə olan ölkələr. Bunlar hamısı inkişaf etmiş ölkə deyil. Yəni G20 qrupuna daxil olan ölkələr hamısı inkişaf etmiş ölkələr deyildir. Yəni inkişaf etməkdə olan ölkələr də var. İnkişaf etmiş ölkələr içərisində elə ölkələr var ki, onlara köçürmə kapitalist ölkələr deyirlər. Onlar öz kapitallarının hesabına inkişaf etməyə bilər. İngiltərənin müstəmləkəsi olan bu ölkələr İngiltərədən bura köçürülən vəsaitin hesabına inkişaf ediblər. Hansı ki, bura Avstraliya, Cənubi Afrika Respublikası, Kanada, Yeni Zelandiya daxildir. Ancaq ABŞ da bəzən bu qrupa aid edilir. Bu dövlətlərdən yalnız İsrail heç vaxt İngiltərənin müstəmləkəsi olmayıb. Köçürmə kapitalist ölkəsi olsa da belə. Sonra yeni sənayeləşmiş ölkələr, bunlar inkişaf etmiş ölkələr deyirlər. Yəni bunlar sənaye cəhətdə inkişaf etmiş ölkələrə yaxınlaşan ölkələrdir. Burada biraz düzü qarışıqlıqdır. İndi inkişaf etmiş ölkələri ayrıca qeyd edəcəm sizə. Belə. Sonra iqtisadi inkişaf yolları, bilirsiniz, ölkələr müəyyən qədər inkişaf yolunda müəyyən modellərdən istifadə ediblər ki, bunun sayəsində bir sıra üstünlüklərə nail olublar. Elm tutumlu təsərrüfat sahələrinin inkişafı, əmək məhsuldarlığının yüksəldilməsi və s. Ki, əsasən dünyada bir neçə ölkə var ki, çox sürətli inkişaf edir. Xüsusilə onların inkişafı dünyanın digər ölkələri üçün maraq obyektinə çevrilib ki, yəni onlar hansı əlamətlərə görə, hansı xüsusiyyətlərə görə inkişaf edir. Təbii ki, bu səbəbdən onların biz iqtisadi modellərini öyrənməyə çalışmalıyıq. Bu ABŞ modelidir. Hansı ki, dövlət mülkiyyəti azdır. Demək olar ki, ölkə əsasən daha çox özəl şirkətlərin əlində cəmlənibdir. Düzdür, nə qədər özəl şirkətlərin əlində olsa da, inhisarçılığa o qədər də yol verilmir. Yəni, monopoliyanın qarşısı müəyyən dərəcədə alınır. Daxili və xarici bazar həddindən artıq böyükdür. 50 dənə demək olar ki, daxilində dövlət var. Hər bir ştat elə bir-birindən iqtisadi əlaqələr gücləndirir. Eyni zamanda dünyanın bir çox ölkələrinin iqtisadi əlaqələr qurur. Sonra Yapon modeli. Yapon modelində liderlik mövqeyi əsasən üstünlük təşkil edir. Burada demək, əsasən burada milli sərvət kimi əhalinin belə deyək, əmək məhsuldarlığı hesab olunur və insanlar uzun müddətli işlə təmin olmuş olurlar. Onlara məsələn, daxil olduğu işlərdə uzun müddət çalışacaqları barəsində öhdəliklər verilir ki, insanlar iş yerini öz həyatlarını qurmaq üçün əsasən istifadə edilir. Bütün bilik və bacarıqlarını əsasən iş fəaliyyətinə sərf edirlər. Və eyni zamanda milli məqsədlər naminə dövlət və qeyri-dövlət sektoru arasında qarşılıqlı əlaqə olur.
Sonra Alman modeli. Alman modelində hələ də feodalizmin təsiri qalmaqdadır. Dövlət mülkiyyəti müəyyən qədər çoxdur və sosial yönümlü tənzimlənən bazar mövcuddur. Burada müsbət xarakterli xüsusiyyətlərdən biri odur ki, iqtisadi cəhətdən işləyən, yəni fəal əhali sayılan insanların əmək haqqları arasında elə də böyük fərq yoxdur. Yəni biri nazırdır, 20 min alır, biri 3 min, 1000 dollar və yaxud deyək ki, Alman markası almır, marka almır. Yəni az, yəni qazancda, gəlirdə, maaşda o qədər də kəskin bir fərq yoxdur. Demək olar ki, insanların qazancları bir-birinə çox yaxın. Göstərici amaçlı. Bu da insanlar arasında müəyyən qədər iş fəaliyyətində motivasiya edici bir rol oynayır. Sonra Çin modeli. Burada bilirsiniz, sosialist ölkə olduğuna görə demək olar ki, iqtisadi inkişaf yolunu əsasən dövlət tənzimləyir. Yəni mərkəzləşdirilmiş dövlət planlaşdırılması əsasında bazar münasibətləri qurulur. Dövlət sektoru güclüdür. Müəssisələr arasında əlaqə təbii ki qurulur. Dediyimiz kimi dövlətin nəzarəti altındadır hamısı. Belə, dünya ölkələri haqqında, onların inkişaf xüsusiyyətləri haqqında müəyyən qeydlər elədik. İndi mən sizə inkişaf etmiş ölkələr və onların əlamətlərini qeyd elədik, daha doğrusu inkişaf etmiş ölkələr və onların qruplarını istəyirəm qeyd eləyəm. Görək burada onların qrupları haradaydı? Bir dəqiqə. Olmasa özüm qeyd eləyəcəm onsuz. Hali gəldi, bir dəqiqə, inkişaf eləmiş ölkələr. Eləmiş deyəm. Bugün sonuncu dərsimiz olacaq inkişaf etmiş və etməkdə olan ölkələr. Bir dəqiqə görüm, materialı tapım. Gələn dərsimiz dünya sənayesini keçəcək. Təbii ehtiyatlar və emal edici sənaye sahələri, həmçinin elmi-texniki inqilab. Nəysə, tapa bilmədim. Yəqin üstündən keçdim. Şeydən açıram sizə, vəsaitdən, dərslikdən. Niyə bunu açmır? Bir dəqiqə uşaqlar, bir dəqiqə səbirləyin. İnkişaf edilmiş ölkələrin sxemi belədir uşaqlar. Burada əsas ölkələr deyəndə dünya bazarında daha çox məhsul ixrac edən ölkələr nəzərdə tutulur. Hansı ki, Şimali Amerikada Meksika, Cənubi Amerikada demək Braziliya, Şərqi Asiyada Çin və Cənubi Asiyada Hindistan bu qrupa daxildir. Neft istehsal edən ölkələr birliyi. Bir dəqiqə paylaşım edeyim sizlə. Demək, neft istehsal edən ölkələr birliyi bildiyimiz kimi ərəb ölkələrdir. Hamısını tanıyırsınız zaten. Hər gün eşitdiyimiz dövlətlərdir. Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Bəhreyn qeyd olunub gördüyünüz kimi. Sonra yeni sənayələşmiş ölkələr, Cənub-Şərqi Asiya ölkələri, Cənubi Amerikadan Çili, Argentina, demək Uruqvay kimi ölkələr və Cənub-Qərbi Asiyadan Türkiyədir.
MDB ölkələri və bəzi sosialist ölkələr var ki, onlar keçid dövrünə aid olan ölkələrdir. MDB bilirsiniz vaxtı ilə SSR-nin tərkibində olan ölkələrdir. Bunlar içərisində düzdür, Mərkəzi Asiyada Monqolistan da var, amma Monqolistan SSR-nin tərkib hissəsində olmayıb, amma o da keçid dövrünə aid olan ölkələrdəndir. Kasıb ölkələr isə əsasən Haitidir, Myanma, Bangladeş, Əfqanistan kimi ölkələr. Burada Afrikanın klassik ölkələr var. Onlar da həddindən artıq kasıb geri qalmış iqtisadiyyata malik olan ölkələrdir. Bu xəritə isə gördüyünüz yaşıl xəritə BRICS, hansı ki bəzi inkişaf eləmiş və etməkdə olan ölkələrin birliyi. Cənubi Afrika Respublikası bunlardan inkişaf etmiş ölkədir. Braziliyadır, Hindistandır, Çin və Rusiyadır. Burada B hərfi Braziliyanı, İ hərfi Indiya, Hindistanı, demək R hərfi Rusiyanı, K hərfi Çini ifadə edir, Kitay. Bir də sos Cənubi Amerikanın əsasən göstəricisidir. Bunlar sırayla burada verilib zaten. Hərfləri buradan baxa bilərsiniz. Ölkələrin baş hərflərindən götürülmüş adlardır. Bunlar inkişaf etməkdə olan ölkələrdir. Demək, inkişaf eləmiş ölkələr isə əsasən hansı qruplara ayrılır? Onların qruplarını mən qeyd edeyim. PDF-dən tapa bilmədim düzü. İndi sizə göndərəcəm ancaq onun həmin hissəsini. Demək, inkişaf eləmiş ölkələr hansı qruplara ayrılan ölkələrdir? Böyük yeddilər. Böyük yeddilərə kimlər daxildir? ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Fransa, Almanya, 7 İtaliya. Əsasən bunlar içərisində Avropada ən güclüsü Almaniyadır. Şərqi Asiyada Yaponiya, təbii ki, Amerikada da ABŞ-dır. Bunlara böyük yeddilər qrupu deyirlər. Digər ölkələr hansı ki, Avropanın digər ölkələridir. Norveç, İsveç, Finlandiya, Niderland, Belçika, Danimarka kimi ölkələr. Əsasən onlar digər inkişaf etmiş ölkələr qrupudur. Digər köçürmə kapitalist ölkələri, bunlar böyük yeddilər idi. Köçürmə kapitalist ölkələrinin bayaq qeyd elədiyi vaxtı ilə İngiltərə müstəmləkəsi altında olan əksəriyyəti demək olan ölkələr, hansı ki, Yeni Zelandiya, Avstraliya, sonra Cənubi Afrika Respublikası, demək, Kanada və ABŞ-da bəzən bu qrupa aid edilir. Amma onlar həm də böyük yeddilərin tərkibində götürülür. Daha çox Yeni Zelandiya, Avstraliya, Cənubi Afrika Respublikası və İsrail. Böyük yeddilər qrup, üzrlüsən, köçürmə kapitalist ölkələr qrupuna aid edilir. Bunlardan bir dənə İsrail qeyd elədik ki, heç vaxt İngiltərə müstəmləkəsi olmayıb. Sonra inkişaf etmiş ölkələr qrupuna yeni daxil olan ölkələr Kipr dövlətidir. Sonra Koreya dövlətidir. Singapurdur. Bunlar yeni daxil olan ölkələr qrupudur. Demək, qrup olaraq, yəni inkişaf etmiş ölkələr, bir də digər ölkələr idi, hansı ki, onları qeyd elədik, Avropanın əsasən, demək, digər inkişaf etmiş ölkələri. Bir də inkişaf etmiş ölkələr içərisində orta inkişaf səviyyəsinə görə tanınan ölkələr var. Yəni, inkişaf etmiş ölkələr hesab edilsələr də, digər inkişaf etmiş ölkələr kimi çox yüksək səviyyədə inkişaf etməyə bilər. Bunlara İspaniya, Portuqaliya, sonra demək İrlandiya, bir də Yunanistan daxildir. Yunanistan. Bunlar da inkişaf etmiş ölkələr içərisində nisbətən digər inkişaf eləmiş ölkələrdən geri qalan ölkələrdir ki, bəzən bunların özlərindən insanlar digər inkişaf etmiş ölkələrə miqrasiya edirlər. Çünki dediyimiz kimi bu ölkələr həddindən artıq yüksək səviyyədə inkişaf etməyib. Yəni, digər ölkələrdən müəyyən miqdarda iqtisadi cəhətdən inkişaf səviyyəsinə görə geri qalmış olurlar. Belə. Bugünkü mövzumuzun ümumi demək hissəsini qeyd eləsək, ölkələr əsasən onların tipoloji xüsusiyyəti, bunu öyrənəsiniz. Sonra ölkələrin ümumi coğrafi mövqeyi,
iqtisadi coğrafi mövqeyi və yaxud fiziki və siyasi coğrafi mövqeyi. Sonra ölkələrin inkişaf səviyyəsi, ölkələrin inkişaf səviyyəsi, hansı ki, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr. Əsasən bu bu mövzulara aid olan hissələri oxuyarsınız. Onların testləri var. İşləyərsiniz. Bir də indi qəbul testləri atacağım. Hər dərs ən azından ikisini işləyək. Bu son qəbulları. Mən dinamikanı atmışdım. Cavabları da var idi içində. Hər dəfə deyirəm, sualınız varsa, kim yəni qeyd eləyibsə desin. Heç birinizdən səs çıxmır. Çox təəssüf olsun. Belə. İndi hal-hazırda başqa sual qaldı mı? İşləmədiyimiz hansısa bir quizlərdən məsələn demədiyiniz hər hansı bir sual qaldı mı? Əhali ilə bağlı sizə quiz göndərmişdim. İşləmisiniz onları? 22-ci sual. Məsələn, dünya ərazisi müxtəlifliyi, xalqlar, dinlər, irqlər. İşləməmisiniz? Bəli, işləmişik, avar. Aha, yoxlamısınız. Bir problem yoxdur ki, səhvlərlə bağlı. İndi inkişaf etmiş ölkələr... Sonradan diqqətlə baxanda tapa bildim. Aha, lap yaxşı. Başqa uşaqlardan kimsə qeyd eləyibdir? Nəsə sual olan varmı? Xeyr, mən. Xeyr müəllim. Aha. Mövzu bu qədər. Gələn dərsimiz bizim biraz uzun olacaq. Həm də test gələn dərsdən daha çox işləyəcəyik. Bir də həftə içi ya da bazar günü səhər-səhəri dərs alacağım inşallah. Yəqin ki, hamımızın vaxtına uyğun olmağa çalışarıq. Əgər kiminsə vaxtına uyğun olmasa, indi mən qrupa yazacağım. Kiminsə vaxtına uyğun olmasa, özü qeyd eləyər ki, belə saatı yarım saat o tərəfə və s. bu tərəfə çəkək ki, dərs toqquşması olmasın. Əgər sualınız yoxdursa, burada yekunlaşdıraq. Mən növbəti dərsdən daha çox test atacağım ki, həm vaxtımız görürəm qaldı kifayət qədər. Əslində bir dənə sınav göndərə bilərəm hal-hazırda, işləyə bilərsiniz. Əgər bir yerə tələsmirsinizsə. Olar mı? Onda göndərin bir dənə test işləyək. Bir sual soruşmaq olar. Buyur, əlbəttə. Mən özüm dimin toplularını təkrar-təkrar işləmişəm. Həmçinin 20 sınavda qəbul sınavlarını da hamısını işləmişəm. İndi ona görə biraz çətin testlər axtarırdım. Sertifikasiyaya hazır üçün kitablar almışam. Cəlil Şirəliyevin də bir kitabı var, test kitabı, onu da almışam. Mahir Zərçəlinin də. Hansını daha çox məsləhət görürsünüz işləməyi? Cəlil Şirəliyevin testləri biraz belə deyək ki, sertifikasiyaya uyğundur, qeyd elədiyin kimi. O sertifikasiya ilə bağlı olan test. İçində biraz düzdür, müəyyən mübahisəli şeylər də var. Bilməm, baxmısan içinə yoxsa yox. Bəli, işləmişəm. Bir 8 sınıfdan yazmışam. Aha, lap yaxşı. Nə qədər bacarırsansa, əgər məsələn elə uşaqlar var ki, onlar yeni başlayıblar məsələn bu qrupda, elələri var məsələn hələ ilkin məlumatlara sahibdirlər də, onlar tam işləyənmirlər. Elə olanda məsələn hansısa bir mübahisəli bir şey olanda göndər şəxsi də mənə özüm baxım, ya qrupa at elə baxım suala, əgər məsələn cavabını da baxırsan, amma yenə də nəsə anlaşılmamazlıq olursa. Nə qədər imkanın varsa bacar testləri işləyəcəksən, yaxşımı? Başqa əslində var suallar, məsələn olimpiyada tipli suallar və s. var. İndi onları mən bilmirəm yox, daha doğrusu bilirəm, hamı işləyə bilməyəcək. Qrupa atacam, qalacaq belə girincilik olacaq. Uşaqlarda biraz motivasiyadan düşəcək ki, biz bunları yaza bilmirik və s. O səbəbdən uşaqlarda biraz bazı səviyyəsi fərqlidir deyə biraz bizdə də çətinlik olur da, yəni o cəhətdən testlərin göndərilməsinə baxır ki, uşaqlara uyğun suallar olsun. Əgər sən belə yaza bilirsənsə, lap yaxşı. Necə yaxşı bacarırsansa, işləginə nə qədər çox... Yazıram mən, 50 sualdan 42-43 düzüm gəlir, bəzən olur 38. O testdə gəlirsə normaldır. O testin özü də, yəni mən düzdür sertifikasiya hazırlaşanda biraz testlərə çox hazırlaşa bilmədim, amma müəllim yoldaşlarım işləyirdi həmin testi. Sertifikasiya ilə bağlı olan testi. Atırdılar, belə deyə də ilişəndə, suallarda çətinlik çəkəndə göndərirdilər. Bəzi problemli suallar da olurdu ki, gördün, özünə də yazırdılar.
Gördün ki öz deyir ki, məsələn, mən də deyirdim, problem bir də özünə yazırdılar müəllimin. Deyir də görməmişəm, ya səhv olub, ya nəsə belə deyək də diqqətdən dağıldı, qaçıbdı, nəsə yanlışlıq olub. Bəzi suallar məsələn olurdu ki, belə dediyim kimi ya iki düz cavablı, ya ümumiyyətlə cavabı olmayan. Belə Bəli, müəllim. yəni olanda sənin də qarşına çıxanda əgər nəsə anlaşılmamazlıq olsa qeyd elə, biz də bir yerdə baxarıq. Oldu, mən bildirərəm. O Bir də Mahir Sərkərliyin bəs kitabı necə? Onu bəyənirsinizmi? Dediyim kimi nə qədər o bacarırsansa, yaxşı kitabdır o da. Nə qədər bacarırsansa, ümumiyyətlə fərqi yoxdur, nə olursa olsun. Coğrafiya ilə bağlı yeni testlər, müxtəlif yəni ki, testlər. Nə qədər bacarırsansa, həm mövzunu oxucunla, xəritəyə baxıcınla yadından çıxmağa qoyma çalış əraziləri. Həm də ki, testləri ümumilikdə işlə. Fərq etmir. Orada xüsusi, yəni hamı təxminən çalışır ki, belə deyək ki, düzdür, indi müəyyən qədər həm öz fikir və ideyalarına əsasən müəllimlər test yazdılar, mən özüm də yazanda. Amma müəyyən qədər də çalışırıq ki, bu Dövlət İmtahan Mərkəzinin testlərindən çox da həddindən artıq kənar suallar olmasın. Yəni suallar müəyyən qədər öyrədici xarakter daşıyır. Nə qədər bacarırsansa, kimin testi olur, fərq etməz. Yəni vaxtın varsa işlə. Əgər elə uşaq var, məsələn, birdən 100 dənə testi 5 saata işləyir, elə uşaq var, yarım saat oturur, 100 dənə test yazır, boş vaxtı qalır. Aydındır. Orada əgər sən bacarırsansa, bu çox gözəl, mükəmməl bir şeydir. Yəni kim digər uşaqlardan kim vaxtı varsa, otursun işləsin. Yəni testdir də nə faydası olar, zərəri olmaz təbii ki. Aydındır, müəllim, çox sağ olun. Sağ olsun da. İndi bir dənə test göndərim, onu belə burada işləyək. Düzü cavabını mən də çıxarmamışam hələ. Bir də indi sizə mən Dövlət İmtahan Mərkəzinin fevral ayında keçirdiyi sınağı göndərəcəm, onu işləyərsiniz. Bir də OTK-nın sınavını göndərirəm hal-hazırda. Dimdən bir dənə xüsusi olaraq özdə vaxt qoyub yazarsınız. İndi ola bilsin biz burada bir yerdə müzakirə edirik, ona görə onu göndərmirəm. Amma dimi özünüz üçün vaxt qoyub yazarsınız. Bir də bazar günü sizə yəqin ki saat 10-da OTK-nın keçirdiyi sınağı işləyəcəm. Özüm onlayn girib şəkillərini çəkəcəm, onlayn bilet alacağım. Şəkillərini çəkib ataram qrupa. Ki siz də işləyə bilərsiniz. Yaxşı. Sonra izahını da çəkəcəm. Yollayacağım sizə. Sonuncu blok olacaq. Bazar günü. Gəldi mi sınaq? Bəli. Aha. Bir dənə açaq işləyək indi onu. Bir dəqiqə. Aha. Mən özüm də heç ehtiyac yoxdur əslində sizə göndərmə. Əgər ekranda yaxşı görə bilirsinizsə, buradan onsuz da baxacağıq. İndi ikili ekran yanır, bir dəqiqə. Aha. Belə, birinci sualımız. Deyir ki, A və B məntəqələrində qış gün dönümü günü günorta vaxtı günəş şüaları eyni bucaq altında düşür. B məntəqəsi ilə Bakı şəhəri arasında ən qısa məsafə orta miqyaslı qlobusda 11,1 sm olarsa, A məntəqəsində günorta vaxtı günəşin düşmə bucağını müəyyənləşdirin. Nə edə bilərik burada? Orta miqyaslı qlobus 50 milyon idi da. Bəli, bəli, Bəli. 5 dənə sıfır atarıq, vurarıq 11,1-ə. Demək, ilk öncə təbii ki, birinci qlob bizə verilən ən asan bir şey odur ki, orta miqyaslı qlobusda 1/50 milyon 50 milyon santimetr mövcuddur təbii ki. 5 sıfırında 1 santimetrə nə qədər ərazi uyğun gəlir? 500. 500 kilometr. Onu da 11,1-ə vursaq
Demək, 50-ni 111-ə vursaq da təbii eyni Bir şey. arxasına yazacaq 5550. Demək, 5550 kilometr etmiş olacaq. Deməli, bizim xəritədəki ərazimiz 5550 kilometrdir, düzdür? Bir A və B məntəqələrinə qış, daha doğrusu, yəni həyatda, reallıqda budur da. A və B məntəqələrinə qış gün dönümü günü günorta vaxtı günəş şüaları eyni bucaq altında düşür. Burada Mən- nə fikirləşmək olar? Necə ola bilər ki, qış gün dönümündə 23,5 dərəcə cənub enliyi günüdür də, düzdür? 23,5 dərəcə günəş, 90 dərəcə bura düşür. Necə ola bilər ki, A və B məntəqələrinə günəş şüası eyni bucaq altında düşsün? Ekvatorda zenitdə olsun. Ed olanda, Yox, yox. zenit olanda ekvator. Yox, 22 dekabrda Elə bil ki, bu 23.5 cənub enliyindən ikisi də eyni qədər məsafədə eyni olmalıdır. məsafədə olmalıdır. Baxın, burada demək, qış gün dönümü günü günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. 90 dərəcə bura düşür. Əgər A və B məntəqələrinə qış gün dönümü günü günorta vaxtı günəş şüaları eyni bucaq altında düşürsə, demək, burada ya məntəqələr eyni paralel üzərindədir, ya da demək, belə deyək ki, bu tropik xəttindən eyni məsafədədir. Eyni paralel üzərində olsaydı, burada davamında başqa şərt var. Deyir, B məntəqəsi ilə Bakı şəhəri arasında ən qısa məsafə orta miqyaslı qlobusda bu qədər A məntəqəsinə günorta vaxtı günəş şüalarının düşmə bucağını müəyyən edin. Bu, müəyyən qədər biz birinci B məntəqəsini təyin etməliyik, harda yerləşir. Adətən bu eyni paralel üzərində götürülmür. Daha çox bu paraleldən eyni məsafədə olan obyektlər götürülür. Biri bu paraleldən aşağıda eyni dərəcədə bu 23,5-dən uzaqda yerləşir. Digəri də ondan eyni məsafədə. Eyni olmalıdır ki, A ilə B-nin bu tropik xəttindən məsafəsi eyni olmalıdır ki, günəşin düşmə bucağı da eyni olsun. Çünki bu paraleldən uzaqlaşdıqca şimala və cənuba doğru eyni miqdarda günəşin düşmə bucağı azalır. İndi deyir ki, B məntəqəsi ilə Bakı arasında məsafə nə qədərdir? 5550 kilometr, düzdür? Bəli. Özdə deyir, ən qısa məsafə. Demək, 50 dərəcədə 40-dan 50-ni çıxırıq, 10 dərəcə cənub enliyi. bu təbii ki 10 dərəcə cənub enliyi ola bilər. 10 dərəcə cənub enliyi olmalıdır ki, bəli, Bakı neçə dərəcə şimaldadır? 40 dərəcə şimaldadır. Aralarında 50 dərəcə fərq var. 50 dərəcə 5550-dir. Əgər 10 dərəcə cənub enliyindədirsə B məntəqəsi. Özdə ən qısa məsafə yəqin ki, bunlar eyni, yəni meridian üstündə də götürülür. 50 dərəcə şərq uzunluğunda, 10 dərəcə cənub enliyindədir obyekt. Əgər obyektin biri 10 dərəcə cənubdadırsa, o 23,5-dən nə qədər məsafədə yerləşir? 13,5 13,5. Deməli, Digəri də o digəri qədər də məsafə. ondan 13,5 dərəcə aşağıdadır. Yəni 37. 23,5-in üzərinə 13,5 gələndə nə qədər eləyir? 37. 37 dərəcə cənub enliyi. Deməli, A məntəqəsi də burada yerləşir. 37 dərəcə cənubda. Bizə sadəcə onun yerləşdiyi məntəqə yox, deyir ki, günorta vaxtı günəş şüasının düşmə bucağını təyin edin. Məlum məsələdir ki, B-yə nə qədər düşürsə, onsuz da A-ya da o qədər düşür. Düzdür? Bəli. B ilə tropik xətt arasında məsafə nə qədərdir? Deyək ki, 13,5-dir. Deməli, A ilə da o qədər məsafə vardı, 13,5. Elə 90-dan 13,5 çıxanda da o zaman biz A-ya da 76. B-yə də günəşin düşmə bucağını təyin etmiş oluruq. Nə qədər eləyir o? 76.5. 76,5. Dediyim kimi, burada yəni əsas məsələ ondan ibarətdir ki, birinci, Bakının 40 dərəcə şimal enliyində olduğunu bilirik. Məntəqənin də iki obyekt arasında, Bakı ilə B məntəqə arasında 5550 kilometr fərq var. Deməli, o Bakıdan 5550 kilometr aşağıdadır, yəni 50 dərəcə aşağıda yerləşir. 10 dərəcəyə düşdüyünə görə biz də bilirik ki, 22 dekabrda günəş 23,5-də, yəni qış gün dönümündə burada zenitdədir. 10 dərəcəyə nə qədər düşürsə, 10 dərəcə cənub enliyinə, B məntəqəsinə nə qədər düşürsə, A-ya da o qədər düşür. Çünki A-da ondan eyni məsafədə yerləşir. Ki, bərabər olması üçün mütləq həmin xəttdən eyni məsafədə olmalıdır. Sonra keçək növbəti sualımıza. Deyir ki, ikisi də məsələdir. Ölkə əhalisinin sayı 2020-ci ildə demək nə qədər olub? Bir dəqiqə. Demək,
18 milyon 500 min nəfər. 2024-cü ildə isə nə qədərdir? Demək 19 milyon. Demək cəmi 500 min nəfər insan artıb. Demək əhalinin ancaq təbii artım hesabına artdığını, yəni miqrasiya yoxdur burada, mexanik artım yoxdur. İllik təbii artımın sabit qaldığını nəzərə alaraq 2021-ci ildə ölkə əhalinin sayının nə qədər olduğunu hesablayın. Deməli bizdən 2020-dən 24-ə qədər 4 il ərzində nə qədər insan artıb? 500 min. 500 min. 500 mini bölməliyik 4-dən. 25 min. Burada cəmi neçə il fərq istəyir? 1 il mi? 1 il bəli. 1 O ilə da nə qədər 125. dəyişər? X dəyişir. 500 mini böləcəyik 4-ə. 18625 eləyir. 125 D bəndi. Gəlində bəli D bəndi. Aha, bəli. Sonra gəldik növbəti sualımıza. Demək, bu neçə 32 idi, 33-cü sual. Xəritə sxemdə rəqəmlərlə verilmiş iqtisadi rayonlara aid olan xüsusiyyətləri müəyyən edin. İqtisadi rayonlar hansılardır? Biri mərkəzi arandır, Qanı Qəyrçay tərəfdə, bir də Naxçıvandır. Yox, bu Qanı Xəritə deyil. İqtisadi rayonlar Şəkildə qatalan. Zəqatala. Bu mərkəzi aran, Mərkəzi aran, bu bir da, Naxçıvan. bəli, Naxçıvan. Həm filiz, həm də qeyri-filiz faydalı qazıntılarla zəngindir. Naxçıvan ola bilər. Bəli, bəli. Naxçıvandır, Kiçik Qafqazda. Böyük Qafqazda filiz yoxdur. Bir Yox, də Şəki Zəqatalada var. bir də orada polimetaldır. Polimetal Metal arasında başqa yerdə yox. Naxçıvan təbii ki. Əsasın Deməli, sökməlisin 1, şöyle. 2, bu da 3-cü. Demək, həm filiz, həm qeyri-filiz faydalı qazıntılarla zəngindir. Oldu hara? 2-yə. Şoranlaşma 3. Mərkəzi aran. Şoranlaşmasına məruz qalmışdır 3. Demək, 3-ə uyğun gəldi 2. Üçüncü Ali birinci milli yolda. tərkibi mürəkkəbdir. Şəkildə qatalan. Keçsə qatar. O gedəcək Şəki Zəqatalı, üzürlüsən 3 yazdım, 4 yazdım daha doğrusu. Əsas neft, qaz, Mərkəzi aran. Mərkəzi Mərkəzi aran, aran. o da gedəcək 3-ə, 4, 2, 4. Çərdəkli də Naxçıvan gedəcək. Hansı? Çərdəkli. Əlbəttə, Çərdək Çərdək Naxçıvan. Naxçıvandır. O da edəcək. Mülayim istədiyim Naxçıvanda olmadığına görə 1-ə gedəcək. Bəli, Naxçıvanda o ümumiyyətlə bəli, mülayim istiqlim Buyurun, spesifik orada mövcud deyil, o da gedəcək 1-ə, bu da Olmaz. getdi belə. 3-6 görə hansı variantdır? 3 1-ə 6 1 3-6, 5 3-ə də 2-4. 3 6 1 5 2 4 C bəndi. C variantı bəli. Sonra növbəti sual. Ümumi daxili məhsul və ümumi milli məhsul haqqındadır. Deyir, ümumi milli məhsulun dəyəri ümumi daxili məhsuldan daha çox olan ölkələri bir və bunun səbəbini müəyyən edin. 3-də mən transmilli Daha çox şirkətlərə bəli, malik. hansı ölkələrin Mən şirkətləri Direkt dünyada üç qazanc gələcək. əldə edir? Yaponiya, Böyük 2 Britaniya. ilə 3 olacaq. 3. Bəli. Yaponiya Bəli, böyük. güclü ölkələrə aiddir. Transmilli şirkətlər əsasən onlara aiddir. Sonra keçək növbətiyə. 35-ci sual. Passat və qərb küləkləri üçün ümumi əlamətlər. Demək, deyir, okean cəryanlarının yaranmasına və istiqamətinin dəyişməsinə səbəb olurlar. Düzgün fikirdir. Düzdür, bəli. Bəli, bəli. Passat adında cəryan da var, qərb küləkləri adında da. Həm də istiqamətinə də təsir göstərir. Passat küləkləri cəryanlara əsasən qərbə meyilli etdirir. Qərb küləkləri də qərbdən şərqə. Və qərb küləkləri cəryanı var. Bilirsiniz ki, materiklərin cənub hissəsində, cənub yarımkürəsində elə qərbdən şərqə doğru hərəkət edir. Sonra deyir, tropik enliklərdən ekvatora doğru əsirlər. Tropik enliklərdən ekvatora hər ikisi əsər bilməz. Təbii ki, qərb küləklərinə aid deyil. Okean və materiklər arasında təzyiq fərqindən yaranırlar. Hər ikisi. Bu Hər ikisi. əsasən bu Bəli. necə? Düzdür, səhv deyil mən. Yox, bu səhvdir. Bilirsiniz niyə? Çünki bu Ata. son küləyinə aiddir. Axı okeandan materikə, materikdən okeana əsən külək, bunlar daimi küləklərdir. Daimi küləklər dünyada yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsir. Yəni bu qurşaqlar arasında yaranan təzyiqdən meydana gəlir. Alçaq təzyiq qurşaqları və yüksək təzyiq qurşaqları arasında yaranan fərqdir. Bu materik və okean arasında yaranan təzyiq fərqindən qaynaqlanmır. Düzdür? Əgər elə olsa o zaman muson küləyi olacaq.
Aydın müəllim. Ki okean və materik arasında yarandığına görə bəzən okeanın səthində təzyiq az olur, bəzən materikin səthində çox olur, bəzən də əksinə dəyişir. O zaman bu küləklər istiqamətini dəyişdirəcək. Axı biz deyirik daimi küləklər istiqamət dəyişdirmir. Düzdür? Bəli. Bu fikir oldu Mussona aid. Sonra eyni istiqamətdə əsirlər. Bu doğru fikirdir. Xeyr. Xeyr. Niyə? Çünki bunlar bir-birinin tam tərsinə əsən küləkdir. Məsələn, deyək ki, passatlar tropik enliklərdən 30 dərəcə məsələn şimal enliyi və cənub enliyindən əsasən ekvatora doğru əsir. Hər ikisi həm şimal, həm də cənub yarımkürəsində yerləşən passat küləkləri hara meyllidir? Şərqdən qərbə. Amma qərb küləkləri qərbdən şərqə meyllidir, mülayimə doğru əsirlər. 60 dərəcə şimal və cənub enliklərinə doğru. Yəni Passat küləklərlə qərb küləkləri bir-birinin tam əksidir. Amma Passat küləklərindən eyni istiqamətə əsən külək şimal-şərq küləyidir, qütbdən mülayimə doğru əsən. Şimal-şərq. Bir də Antarktidadan mülayimə doğru əsən bir külək var, cənub-şərq küləyi. O Passatdan eynidir. Bir də bunların tam tərsi qərb küləyidir. Passat küləklərinin istiqaməti belədir. Məsəl üçün, qərb küləyi onun tam tərsidir. Qütb küləyi də Passatdan eynidir. Bu şimal yarımkürəsində olan daimi küləklərdir. Ekvatora doğru tropikdən əsən külək Passatdır. Deyək, tropikdən mülayimə doğru əsən külək qərb küləyidir. Qütbdən də mülayimə doğru əsən şimal-şərq küləyidir. Qütb küləyi. Passatla qütb küləklərin istiqaməti eynidir. Ona görə bu yanlış ifadədir. Tropik enliklərin yüksək təzyiq sahələrindən əsirlər. Bu hər ikisidir. Bəli, tropikdən mülayimə əsən qərbdir, tropikdən ekvatora doğru əsən. Demək, Passatdır. Materiklərin iqliminin formalaşmasına təsir edirlər. Bu da hər ikisi. Bu hər ikisidir. Daha çox qərb küləkləri materiklərə qərbdən bol miqdarda yağıntı düşməsinə daha çox səbəb olur. Passatlar isə şərqdən. Çünki şərqdən qərbə doğru okeandan rütubətli hava kütlələrini materiklərə doğru qovurlar. Bir dənə Afrikanın şimalında yerləşən Passat küləyi yağıntı gətirmir. Çünki Quru ərazisindən axır. böyük bir ərazi qurusa əs tutur, bəli. O da səhra iqliminə malikdir. Orada da formalaşan hava kütləsi demək yağıntı vermir. İndi isə demək bu şərti işarələrə baxaq. Bu birinci şərti işarə nədir? Fosforitdir o, yoxsa? Birinci. Bu qalaydır. Qalay. İkincisi, Alüminium. bu bəli, boksid alüminit ehtiyyatıdır. Yəni alüminiumdan. Alüminium birisi boksitdən, nifilindən, bir də alüminitdən əldə olunur. Yaza boksit. Fosforit, Seolit kimi deməmdir. mis. Bu da daş kömür. Daş kömür. Deməyi belə. İndi baxaq. Ən böyük ehtiyatları Şimali Afrikada yerləşir. Bu Fosforit. Fosforitdir. Demək 1-ə uyğun olacaq C variantı. 1-ə C olan cəmi 3, yox, çoxdur variant, 3 variant da var. İstehsalı enerji tutumludur. Alüminium istehsalı Bəli, idi, boksit istehsalı. Bəli, bu fərq yoxdur. Alüminium, yəni ondan alınır. Boksit, yəni enerji tutumludur. Demək 1-ə oldu C, 2-yə B. Sonra demək A variantı getdi, Y variantı getdi, B variantı getdi, qaldıq C ilə D-nin arasında. Sonra əsasən hasilat rayonlarında istehlak edilir. Qalay yəqin ki. Bu əslində misə də aid. Misə aiddir. Nə üçün? Çünki mis də ağır metaldır. Tərkibində faiz nisbəti çox aşağı göstəriciyə malikdir. O səbəbdən daha çox yerində emal olunur. Misə aiddir əsasən bu. Variantda mis yoxdur. Bir dəqiqə üzrlü sayın. İstehlak bu başqa emalı əsasən hasilat rayonlarında həyata keçirilir var. Bu deyə bu ifadə. Demək əsas hasilat rayonlarında istehlak edilir. Bu daş kömürə aiddir. Fikri düz oxumadım. Nəyə görə? Çünki inkişaf eləmiş ölkələrdədir daha çox daş kömür. Elə inkişaf etmiş ölkələrdə də istehlak edilir, mənimsənilir. Aydındır nətər? Yəni satışı o qədər də geniş bazaya sahib deyil də neft kimi.
daha çox inkişaf etmiş ölkələrdədir və onlar da enerji resurslarının təminatında daş kömürdən daha çox istifadə edirlər. Məsələn, Amerika Birləşmiş Ştatları, deyək ki, məsələn, Avropa ölkələrindən, Polşanı, məsələn, Çexiyanı misal göstərə bilərik. Sonra Çin hasil edir çox miqdarda. Demək olar ki, hamısını da özü istehlak edir. Ən çox hasil edən Çində, ən çox ehtiyatlı ABŞ-dadır. Demək, bu daş kömürünlə neftin əsas fərqləndirici cəhdi odur ki, hasil olunan rayonlarda daha çox istehlak edilir, yəni mənimsənilir. Aydındır, bu daş kömürün ifadəsidir. Mən ifadənin hasil olunan rayonlarda emal edilir ifadəsinin əvəzinə istehlak edilir diqqətlə oxumadım. İstehlak edilmə onun mənimsənilməsidir. Yəni, həmin ərazidə mənimsənilir. O daş kömürə aiddir. Aydındır. Sonra emalı əsasən hasilat rayonlarında həyata keçirilir. Bu misə aiddir. Mis çünki ağır metaldır və tərkibində faiz nisbəti çox aşağıdır. Bəzən 0,5%-ə qədər mis olur. Qalanı zibil tullantısıdır. O səbəbdən başqa ölkələrə daşınması o qədər də məqsədə uyğun hesab edilmir. Yəni, başqa ərazilərdə daşının emal edilməsi məqsədə uyğun sayılmır. Çilidir, sonra Peru kimi ölkələr, Afrikanın mərkəzində Kongodur, Zambiya, Zimbabve kimi ölkələr. Yerindəcə o demək hasil edilən ərazilərdə emal olunur. Bu yəni ki, misə aid olan əlamətdir. Əsas ehtiyatı Cənub-Şərqi Asiyadadır. Bu da nəyə aiddir? Qalaya aiddir. Dünyada burada bir qurşaq var idi Cənub-Şərqi Asiyada. Adı necə idi o qurşağın? Cənub-Şərqi Asiyada. İndoneziya, Malayziya, Tayland, Qalay, Wolfram qurşağı. Xatırlayırsınız yoxsa yox? Bəli. Qalay Wolfram. Demək, burada cavabları qeyd elədiyimiz cavabları qeyd eləmədik. Hansı varianta uyğun gəldi? C mi? C variantı. Aha. Sonra neçəncə sualda qalmışıq? 37-ci sual. Zəngəzur silsiləsi ilə Qarabağ vulkanik yayılası üçün ümumi əlamət. Kaynazoy yaşlı olması mənim. Necə? Kaynazoy yaşlı olmağı. Bəli, Kaynazoy yaşlı olmasıdır. Nə üçün? Baxın, buzlaq əmələ gəlmişdir. Buzlaqlar Kiçik Qafqazda Zəngəzurun Qapıcıq dağı ətrafındadır. Düzdür? Sonra çoxsaylı gətirmə konuslarına malikdir. Dağlarda gətirmə konusu olmur. Dağın düzənliyə qovuşan hissəsində olur. Düzənliklərdə yaranır bu. Bu da ona görə yanlış ifadədir. Sonra tez-tez sürüşmə baş verir. Azərbaycanda ən çox sürüşmə maqmatik suxurlarda olmur. Böyük Qafqazda olur. Yan silsilə və Baş Qafqaz silsiləsində. Bu da yanlış ifadədir. Səthi Mezozoy Qarabağ vulkanik yayılası 4-cü dövrdür. Bu yanlış ifadədir. Həmçinin də Zəngəzur Kaynazoyun əvvəlində Paleogen dövrünə aiddir. Bu daha çox 4-cü dövrə aiddir. Paleogen suxurlarda var, amma əsas 4-cü dövrdür. Hər ikisi Kaynazoyda yaranıb deyə bunu götürəcəyik. Sonra Şimali Amerika və Cənubi Amerika materiklərinin oxşar xüsusiyyətləri. Amerika qitəsində şərqdə yerləşən ərazi var? Deyil. Yox. Ona görə bütün ucqar nöqtələri qərb yarımkürəsində yerləşə bilərmi? Bəli. Onda bu doğru fikirdir, təbii ki. 3 okeanla əhatə olunub və 2 yarımkürədə yerləşir. Şimali Okeanla Amerika. əhatə olunma hansı materikə aiddir? Şimali Amerika. Bəli, bəs 2 yarımkürədə yerləşir hansına aiddir? O da Şimali Amerikaya aiddir. O da Şimali. Şimali Cənubi Amerika. Amerikadan başqa hansı materik 2 yarımkürədə yerləşirdi? Bir də Avstraliya idi o. Bəli, 2 materik 2 yarımkürədə yerləşir. 3 materikimiz 3 yarımkürədə idi. İkisi 2, bir dənə də 4. Bəli, doğrudur. Çöl təbii zonası bütünlüklə subtropik iqlim qurşağında yerləşir. Bu Cənubi Amerika'dır, çünki şimalda mülayimdə də var. Ona görə bu da yanlış ifadədir. Alçaq coğrafi enliklərdə meşələr daha geniş sahə tutur.
Burada Amerikada meşələr hardadır? Cənubi Amerikada. Cənubi Amerikada ekvatorial, Ekvatorda. subekvatorial ərazi. Bəs Şimali Amerikada? Şimali Amerikada bir dəqiqə. Adalar hissəsində var idi orada. Yox, indi məsələn ekvatora yaxındır, yoxsa hansı tərəfə enlik olaraq, coğrafi enlik olaraq məsələn sıfır enliyinə yaxındır, yoxsa daha yuxarı enliklərdədir? Yəni mülayimdədir və s. qütbə yaxın hardadır? Mülayim ətrafında idi. Mülayim. Çünki onlarda iynəyarpaqlı meşələrdir. Bunlarda enli yarpaqlıdır. Düzdür? Bəli. Bilin. Deməli, bütünlüklə qərb yarımkürəsində yerləşir, düz idi. 2 səhv idi, 3 səhv idi. Yəni bütünlüklə subtropik Şimali Amerikaya aid deyil. Alçaq coğrafi enlik Cənubi Amerikaya aiddir. Bu da yanlışdır. Daxili axarsız hövzənin payı azdır. Bu hər ikisinə aid ola bilərmi? Daxila qarşı hövzənin payı Cənubi Amerikada azdır, Şimali Amerikada var. Yox, ikisində də az götürülür. Düzdür, Şimali Amerikada göl daha çoxdur. Ancaq bu Bəli. ifadə ikisinə də aid götürülür. Nə üçün? Yuxarı Şimali Amerikanın və Vinni- Cənubi Amerikanın relyefinə baxsaq, ərazi bir tərəfli meyllidir. Qərbi dağlıq, şərqi düzənlikdir. Ona görə səthinə düşən yağıntılar qərb tərəfdən axaraq Sakit okeana tökülür. Şərq tərəfdən də demək olar ki, axaraq əksəriyyəti Atlantika tökülür. Yəni daxildə demək olar ki, yəni göllərə tökülən çayların sayı həddindən artıq azdır. Aydındır? Ona Bəli. görə bu iki materiki həmişə biz qeyd edirik ki, daxili axarsız hövzə ilə yaxşı təmin olunmayıb. Aydındır? Mən 4 niyə səhv oldu bilədiniz zəhmət olmasa. Gördü. Alçaq coğrafi enliklər bax o Cənubi Amerikaya aiddir axı. Oldu. Bilirsən, özün qeyd elədin də o məsələn Cənubi Amerikada alçaq coğrafi enliklər deyəndə hara nəzərdə tutulur? Bax məsələn ekvator 0, dərəcə qiyməti kiçikdir. Biz bunlara alçaq enliklər deyirik. Yüksək enliklər deyəndə getdikcə qütbə yaxınlaşırıq da 90 dərəcə şimal enliyi. Düzdür? Şimali Amerikada Bəli. əsasən Şimali Amerikanın şimali hissəsində də soyuq ərazidə daha çox meşələr, mülayimin şimal hissələrində tayqa meşələri, iynəyarpaq meşələri, qarışıq meşələr. Şimali Amerikanın aydın. cənubunda meşə azdır axı, həm də ərazi tutduğu sahə kiçikdir. Getdikcə şimala doğru genişlənir. Ekvatordan uzaqlaşdıqca dərəcə qiymətlə enliyin coğrafi qiymətləri artır. 4 səfiyyə yerləşmə meşə qurşaqlarının yerləşmə arealında fərq var. Cənubi Amerika məsələn ekvatorunun oxşar, Afrikanın yəni oxşar cəhətidir ki, alçaq coğrafi enliklərdədir meşələr. Sonra 4-ü tam aydın başa düşdün yoxsa yox? Bəli, çox sağ olun. Bəs 5. Bax Düşdüm mən orada 5 dəfə. Şimali Amerikada məsələn heç ya məsələn çox çay yoxdur da, ya körfəzə tökülür çaylar, ya birbaşa okeana, ya dənizlərə tökülür. Məsələn görürsən ki, orada daxildəki su obyektlərinə tökülən çayların sayı həddindən artıq azdır Cənubi Amerikada da. Ona görə bunlar deyirlər daxili axar hövzə ilə yaxşı təmin olunmayıblar. Həm şimal, həm cənub ucqar nöqtələri eyni yarımkürədə yerləşir. Bu hansına aiddir, yoxsa hər ikisinə aiddir? Hər ikisi. Bu Şimali Amerika. Şimali Amerika. Cənubi Evet. Amerikaya aid ola bilməz, bəli. Çünki Cənubi Amerikanın bir hissəsi ekvatordan hardadır? Yuxarıda. Bəli, yuxarıdadır. O səbəbdən onun şimal ucqar nöqtəsi demək, ekvatordan şimaldadır. Digər cənub ucqar nöqtəsi ekvatordan cənubdadır. Bu səbəbdən bu ancaq Şimali Amerikaya aiddir. Yəni cavabımız oldu D variantı. Sonra doğru sıraları müəyyən edin. Azərbaycan, Türkmənistan, Azərbaycan, Türkmənistan, Azərbaycan, Qazaxıstan, Azərbaycan, İran, Azərbaycan, Rusiya. Bakı, Türkmənbaşı, liman şəhərləri var belə. Bakı, Türkmənbaşı liman şəhəri varmı? Bəli. Bəli, bu düzdür. Bəs
Qazaxıstanla Azərbaycan arasında Bakı-Bektaş liman yolu mövcuddurmu? Dəniz Hayır. yol. Bu Bektaş hara aiddir? Ermənistan. Türkmenistan'dır bəli. Türkmenistan. Ona görə 2 səhvdir. Bəs Azərbaycan, İran. Düzdür deyəsən mən. Yox, burada ənzəli olmalıydı. Bax, Rusiya ilə 2 dənədir. Mahaçqala və Həştərxan. Türkmenistanla da 2 dənədir. Türkmenbaşı və Bektaş. Qazaxıstanla bir dənədir Aktau. Bir də İranla bir dənədir. O da hansıdır? Ənzəlidir. Deməli, Ənzəli. Xəzər sahilində olan limanlar Bakı, Ənzəli İran, Türkmenbaşı və Bektaş Türkmenistan. Demək, Qazaxıstan Aktau, Rusiyada Həştərxan və hansı oldu? Mahaçqala. Demək, bunlar oldu dəniz limanları. Cavabımız oldu hansı? 1-4. 1-4 bəli. Demək belə 39-a qədər işlədik. Davamını indi işləyərsiniz. Görək gələn dərs. Burada da sual ilə asandır, müəyyən qədər miqyas məsələsidir. Rahat olacaq. Davamını işləyərsiniz. Gələn dərs inşallah yoxlayarıq. Vaxtımız yekunlaşdı. Test ataqdır. Sabaha görə. Test. Necə? Test Sınaq. Sınaq. Qəbul uşaqlar istəmişdi. Qəbul testi göndərəcəm sizə işləməyə. Yaxın illərin qəbullarından göndərərəm, baxarsınız. Sən əlavə test istəyirsən, sənə göndərəcəm test, narahat olma. Sən işləmirsən deyə. Bayaqki işıqdan fərqliyəm mən. Sən 50 sənsən. Aydın. Test göndərəcəm, narahat olma. Kim indi bəzi testlər dediyim kimi dəfələrlə istifadə edibsə, işləyibsə o heç. Ona aid başqa testlər atacağım. Sizə də indi göndərəcəm testlər, bəli, oradan baxarsınız. Mənə də Daha atacaqsan. yekunlaşdırarsınız bu testi də. İndi 15-i mənim başım qarışıq oldu. OTK-nın sınağını götürənmədim. Sonra qruplarda o qədər mesajlar yazırlar, ittibatlı. Çalışacağım onu da tapım. Bu 15-ində olan sınağı sizə işlədəcəm. Yaxşı. Bir də qabağıdan, qarşıdan gələn imtahandır. Orada da götürəcəm özüm. Özüm də bilet alacağım. Oradan götürəcəm. Suallar göndərəcəm. Hələ imtahan gedə-gedə işləyərsin. Oldu. Başqa sözünüz, nəsə sualınız varmı? Verməm yox. Oldu. O zaman növbəti dərs Keçən. görüşək. Sağ olun, salamat. Sabit idi keçən dərs. Bayaqçı.